qiymətləndərmək deyil, daha çox hamısında sahibkarlıq təfəkkürünün, o düşüncə tərzinin olduğuna əmin olmaqdır. Çünki sahibkar düşüncə tərzi olmaq o demək deyil ki, mütləq sahibkar olasan, amma bu bizə belə deyək, zəmanət verə bilər ki, sabah həmin gənc həkim də olsa, mühasib də olsa, hüquqşünas da olsa, onun ən yaxşısı olacaq. Çünki hər bir halda əgər bir gəncdə sahibkarlıq düşüncəsi varsa, o sabah hadisələri, həyatı, düşdüyü situasiyaları daha yaxşı analiz edə bilir və daha yaxşı qərarlar qəbul edə bilir. Bu bir faktdır. Ümumiyyətlə, bu mövzuda məni niyə dinləyəsiniz? Mən həmişə özümü təqdim edəndə bu cür təqdim edirəm ki, dünyada 3 çətin iş var, üçünü də görürəm. Əvvəlcə birinci çətin iş valideynəm. Burada olan gənclərin valideynləri qədər də olmasa, hardasa il yarımlıq valideynlik təcrübəm var. Bu balaca dinozavr mənim oğlumdur. Hələ çox balacadır, hələ çox şey başa düşmür, hələ çox dəcəldir. Amma ən azından mən də bir valideyn kimi başlamışam ildən onun qayğısını çəkməyə, gələcəyini fikirləşməyə. Digər tərəfdən sahibkaram. İndiyə qədər 6 biznesim olub. Bunlardan 4-ü startup olub, ikisi ənənəvi biznes. Paralelində qısa müddətli korporativdə işlədiyim vaxtlarda olub. Digər tərəfdən də həm də müəlliməm. Burada Ada Universitetində deməli necə tərcümə olunacaq? Biznes idarə olunması fakültəsinin 4-cü kursları ilə dərsimizdən bir xatirə şəklidir son dərsdən. Bundan əlavə Bakı Ali Neft Məktəbinin magistr pilləsinə dərs deyirəm. Bir də Qərbi Kasp Universiteti ilə İsveçrənin UBIS Universitetinin Global MBA proqramı var, orada da magistraturadır. Onlara da dərs deyirəm. Adada həm magistratura, həm bakalavrda dərsim var. Bundan əlavə bu il düzdür qrafikdə uyğunsuzluq oldu, amma dərs götürmədim, amma İqtisad Universitetində də sabah qruplarına dərs deyirəm. Bundan əlavə mən niyə buna toxunuram ki, mən kiməm və məni niyə dinləyəsiniz? Bu bir növ mənim bəhanələrimdir ki, bu mövzu haqqında danışa biləm. Çünki həm bir valideyn kimi başa düşürəm ki, bir gəncin özünü formalaşdırması və bizim onu formalaşdırma və bu prosesdə hərənin rolları nədən ibarət olmalıdır, onlara necə kömək edə bilərik. Digər tərəfdən sahibkar olduğum üçün burada inanıram ki, sizdən paylaşılası xeyli xəbərlərim var. Həm də müəllim olduğum üçün də inanıram məlumatları sizə daha strukturlu formada ötürə bilərəm. Əlbəttə, buradakı auditoriya biraz fərqlidir, daha çox məktəb şagirdləridir. Məktəbdə dərs demə təcrübəm olmadığına görə ola bilər bəzi şeyləri çox detallı izah eləmərəm. Universitetdəki uşaqlara izah eləmiş kimi eləyərəm. O halda suallarınızı mütləq qeyd edin və axırda mütləq hamısının üstündən keçək. Başlayaq. Deməli, sualımız odur ki, sahibkarlıq nədir və biznes nədir? Çox sadə formada yanaşsaq, sahibkarlıq bir kütlə insanın yaşadığı bir problemi və yaxud da arzu etdiyi bir istəyi görüb, onun üçün bir həll formalaşdırmaqdır. Ya həmin problemi həll edirik, ya da o istəklərini hazırlayırıq və onlara aparıb məhsulu təklif edirik. Burada əsas məsələ odur ki, biz sahibkarların həmin kütlənin problemini tam dərin analiz edək, öyrənək, başa düşək, onların tələbləri nədir, nələr istəyirlər. Sonra ona uyğun bir məhsul hazırlayıb, sonra aparaq onlardan deməli ödəniş qarşılığında həmin məhsulu sataq. Bu proses indi belə sadə izah elədik, amma əslində aylarla, illərlə hazırlaşdığımız və ümid edirik ki, ömrümüz boyu davam etdirə bildiyimiz bir biznes prosesdir və insanın inkişafında çox böyük rol oynayır, xüsusilə gənc yaşlarda. Və ümumi baxsaq, əslində biznes problemlərin həll olunması prosesidir. Daim nəsə problemlər çıxır. Bu həm dediyimiz kimi, həmin o bir qrup insan ki var, nəsə problemlə üzləşib, onların problemini həll etməkdə tutmuş. Ta bizim biznesin içində müxtəlif gündəlik işlərdə çıxan problemlərə qədər bir sahibkarın əsas deməli xarakterlərindən biri problem həll etmə, əsas bacarıqlarından biri problem həll etmədir.
Və bu elə bir bacarıqdır ki, yəni fərqi yoxdur biz sahibkarıq yoxsa yox, həyatımızın hər yerində var. Ona görə də sahibkarlıq təfəkkürü, o düşüncə tərzi, bayaq dediyimiz kimi fərq eləmir. Biz sabah sahibkar olarıq yoxsa yox, o həmişə bizdən qalır. Və daim həyatda problemlər çıxdığına görə biz bu dəfə daha hazırlıqlı oluruq problemi görməyə, onu təyin etməyə, qiymətləndirməyə və həll etməyə. İndi gəlin bir nümunə üzərindən baxaq. Tutaq ki, bizim qonşumuzun iti var və məsələn, valideynimizlə söhbət edəndə görürük ki, qonşu şikayətlənir ki, biz itimizi vaxtında gəzdirə bilmirik. Bu da iti narahat eləyir. Biz gedib baxa bilərik dərs cədvəlimizə. Görək həftəmiz, məsələn, həftəlik planımızı yaza bilərik bir dəftərə ki, biz həftə ərzində nələr edirik, hara gedirik, nə vaxt dərs oxuyuruq və s. Məsələn, baxarıq ki, hər cümə biz ailəmizlə axşam parka gəzintiyə çıxırıq. Və itləri də sevirik. Qonşunun iti də şirin itdir, gəzdirə bilərik. Gedirik qonşuya deyirik ki, bəs biz hər cümə günü gəzməyə çıxırıq və mən bilirəm ki, sizin belə bir probleminiz var, itinizi gəzdirə bilmirsiniz. Cümə günləri ən azından itinizi gəzdirə bilərəm və bunun qarşılığında mənə nə qədər ödəyərsiniz? Mütləq burada kilit nöqtə odur ki, qarşılığında pul istəməliyik. Yoxsa bu biznes olmur. Və burada bir qəpiyin o bir üzü var. Bizim əlbəttə qonşuluq adətlərimiz var. Qonşuluq əlaqələri çox vacibdir. Bəzi valideynlər deyə bilər ki, biraz ayıb ola bilər də qonşudan pul istəmək. Amma bu prosesdə uşağı dəstəkləməliyik, gənci. Çünki günün sonunda biz onu burada qınamamalıyıq. Çünki onun ətrafı bunlardan ibarətdir ki, onun valideynləri var, evdə tanıdığı qohumlar var, həyatda tanıdığı məhəllədəki insanlar var, bir də məktəbdən tanıdığı insanlar var. Və gənc bir insanın çevrəsi o qədər böyük olmadığına görə, onsuz da o təzə biznesə başlayanda, gənc yaşlarında biznesə başlayanda ilk müştəriləri bu kütlənin içindən olmalıdır. Və onlar onu dəstəkləmirsə, başqa heç kim dəstəkləməyəcək. Digər tərəfdən də, məsələn, bu nümunəmizdə xüsusi bir hal var ki, həmin bu gənc şəxs qonşunun itini gəzdirərkən bir vaxtdır da burada, məsələn, 1 saat, 2 saat vaxtı üçün pul istəyir ki, mən sənin 1 saatlıq itini gəzdirəcəm, məsələn, 2 manat alacam hər saat üçün. Və biz indi bunu sonda da danışacağıq. Həmin gənc vaxtın da dəyərini başa düşmüş olur ki, mən əslində həmin qarşı tərəfin vaxtını ona qənaət etməyinə kömək edirəm. Həmin 2 saat ərzində o insan itini gəzdirməkdənsə başqa işlə də məşğul ola bilər və daha dəyərli keçirər vaxtını. Mən də həmin vaxtda onun bu işini, bu problemini həll edirəm. Burada indi müəyyən ssenarilər çıxa bilər. İsti-isti toxunaq ki, bir bu qonşuluq məsələsi. Bu hissədə qiyməti təyin edəndə bunu bildik artıq. Qiymət təklif eləməyin. Adətən çalışırıq birinci müştəridən soruşaq ki, nə qədər ödəyərsiniz. O öz rahat olduğu qiyməti deyər və ona razı olaq. İkinci məsələ valideynlərin qonşularla münasibətinə gəldikdə, böyük insanların münasibətinə, valideyniniz sizi bu prosesdə dəstəkləmək üçün qonşudan təşəkkür edə bilər. Ki, çox sağ olun ki, məsələn, oğlumu, qızımı dəstəkləyirsiniz, o yeni belə bir biznes yoxlayır, belə özünü inkişaf etdirməyə çalışır bundan. Aydın məsələdir ki, sizin burada qazanc məqsədiniz yoxdur, o 2 manat sizə nəsə həyatınızı dəyişmir. Amma ən azından nəsə yoxlayırsınız. Çünki orada problem görmürsünüz. Valideynləriniz danışanda eşitmişsiniz, özünüz təyin etmişsiniz, belə problem var. Və onun həll tapmısınız, öz cədvəlinizi qurub orada gün təyin eləmişsiniz və gedib təklif vermişsiniz. Qarşı tərəfdə ödəniş razı olub və bir növ əslində biznes yaratmışsınız. Biznes budur, çox primitiv yanaşsaq. Qarşı tərəflə valideyniniz deyə bilər ki, təşəkkür edirəm dəstəyinə görə, bu onun üçün çox dəyərlidir. Bəlkə başqa adamlara tövsiyə edə bilərsən, onların da iti varsa, onlara da məsələn gəzdirər falan belə bir böyüdər. Digər tərəfdən də başqa ssenaridə ola bilər qonşularımız elə də dəstəkləyici deyil. Bunu pis başa düşə bilər, kimsə inciyə bilər valideynimizdən. Bu halda valideyn qonşuya həmin ödənişi geri ödəyə bilər arxadan, uşağın xəbəri olmadan. Belə hallar ola bilər. Bu amma çox belə 1%, 2% hallar ola bilər. Nəsə hansısa bir qonşu nəsə inciyə eləyər. Bu halda valideyn arxadan pulu ödəsin, desin ki, sən ona ödə, xəbəri olmasın. Mən sənə o pulu geri ödəyərəm. Mənə deyərsən hər həftə, hər ay nə qədər ödəyibsən ona, mən verərəm, amma qətiyyən onun həvəsini qırma. Amma bunu eləyəndə də mütləq imkan yaratmalıyıq ki, həmin gənc sahibkar, belə deyək, ilk 1-2 satışını özü eləyir və siz prosesə qoşulmursunuz.
həmin qonşu deyinə-deyinə də olsa o pulu ödəyir. Çünki o pul ödənəndə biznesin varlığı deməkdir. Çünki o deməkdir ki, biz problemi doğrudan həll edirik. Qarşı tərəf də bu həlli qiymətləndirir və pul ödəməyə hazırdır, pul ödəyir. İstəmirsə, deməli o sadəcə bizim müştərimiz deyil, o özü deməli gəzdirmək istəyir. Bu qədər. İndi müxtəlif nümunələrə də toxunacağıq. Bunun üzərindən də nə suallarınız varsa axırda müzakirə edəcəyik. Dediyim kimi yenə də xatırladım, bəlkə sonradan qoşulanlar var. Mikrofonları sönülü saxlayaq demək sessiya boyu. Sonda Mənim səsim gəlir. Bir nəfərin sualı var idi, əl qaldırıb. Səsiniz gəlir, amma olar axırda halaq sualları. Aha, tamam. Sualları mütləq bir yerə qeyd edin, unutmayasınız deyə. İndi gəlin toxunaq ki, bəs gənc yaşda sahibkarlıq nədir? Gənc yaşda sahibkarlıq elə eynidir. Birə-bir eyni prosesdir. Yəni bir nəfərin 15 yaşında ya 50 yaşında bizneslə məşğul olmağı arasında proses olaraq, hadisə olaraq heç bir fərq yoxdur. O da eyni addımları keçməlidir 15 yaşındakı şəxsdə. Amma yaşın verdiyi müəyyən üstünlüklər və dezavantajlar var. Bunların üstündən keçsək, birinci toxunmalı olduğumuz məsələ enerjidir. Çünki gənc şəxs bir gün ərzində 100 dənə işlə məşğul ola bilər. Sonra yenə də nəsə eləməyə enerjili hiss edəcək özünü. Amma məsələn bizim yaşlarda artıq indi mən çox yaşlı deyiləm, amma 30'lu yaşlarıma içindəyim demək olar və bir yerdən sonra görürük ki, adicə 2 yerə gedəndə biraz yolda maşın sürdün ya taksidə getdin fərq eləmir. Elə o tıxac belə 1 saatlıq bir tıxacda qalsanız, sonra bizi artıq günün ortasında yorğun hiss eləməyə, yuxulu hiss eləməyə səbəb ola bilər. Hətta çox şəxs var ki, gündə 4-5 fincan kofe içir ki, beyni 1-2 saat da ayıq qalsın, nəsə düşünə bilsin. Ona görə də gənc bir sahibkar başa düşməlidir ki, yəni dünyada sırf onun enerjisine sahib olmaqdan ötürü hər şeyini verməyə hazır insanlar var. Yəni elə insanlar var, 60-70 yaşı var, artıq o qədər uzun müddət işləyə bilmir. O qədər uzun müddət fokuslu qala bilmir. Amma gənc bir şəxs bir mövzuya çox uzun müddət fokuslu qala bilir. Bir mövzunun üstündə otura bilər və 4-5 saat onu oxuya bilər, öyrənə bilər və o onun üçün elə bir su axır gedir də, vaxt belə sürətlə gedir. Amma yaşlı bir şəxsin, yəni yaşlı deyəndə heç 50 yaşa ehtiyac yoxdur, artıq 30-40 yaşda adicə 1 saat, yarım saat oturub nəyisə öyrənməyə çalışmaq onun özü belə kifayət qədər yora bilər. İkinci bir məqam bilmirəm öyrət deyə bilməkdir. Çünki yaşlı bir, deyək ki, 10, 20, 30 il təcrübəsi olan şəxslər bəzən olur ki, bilmirəm sözünü deyə bilmirlər. Onun indi pozisiyasından asılı olaraq, vəzifəsindən asılı olaraq və s. situasiya ilə gətirə bilər ki, o yox sözünü deyə bilmir də ki, mən bunu bilmirəm. Və yaxud da onun gördüyü tərbiyəmi deyək, böyüdüyü mühitmi deyək, onda belə bir kompleks formalaşmış ola bilər ki, yox deyə bilmir. Amma gənc bir şəxs, onsuz da hamıya aydındır ki, onun kifayət qədər biliyi yox, təcrübəsi yox və o onsuz da az şey bildiyini özü də başa düşür. Ona görə belə bir komfortu var ki, hər şeyə deyə bilir ki, mən falan şeyi bilmirəm, bəhmən şeyi bilmirəm və mənə öyrədin. Və öyrənmək sahibkarlıqda ən önəmli bacarıqlardan biridir. Davamlı öyrənmək. Bir sahibkar ömrünün axırına kimi öyrənir. Belə bir şey yoxdur ki, oturduq bir məsələdə X bir biznesə başlayaq, onu 3 ay, 5 ay içində olandan sonra artıq bütün sektora bilək. Artıq bilək ki, bu iş tam olaraq necə baş verir. Bazar dəyişir, müştərinin tələbləri dəyişir. Adicə dizaynla asılı bir şeydirsə, trendlər dəyişir. 5 il əvvəl bəyənilən dizaynlar indi bəyənilmir. Bunların hamısı biznesə təsir edir deyə biz biznes sahibkar olaraq davamlı öyrənmə prosesində oluruq. Və bunun özü də yenə insanın gündəlik həyatına qayıtsaq, lazımlı bir bacarıqdır. Çünki biz əgər gündəlik öyrənmiriksə, öyrənməyi dayandıran kimi başqa insanlar bizi ötür keçir. Bu istənilən sektorda belədir. Başqa bir məsələ məsuliyyətlərimizin yoxluğu və ya azlığıdır. Valideynlərimiz sağ olsunlar, onlar bizim qayğımızı çəkir. Onlar deməli bizim yaşayırıq onların evində, yemək yeyirik, onlar alır, onlar bişirir, hazır qoyur qabağımıza yeyirik. Nə bilim, gəzməyə gedirik, xərclərimizi qarşılayırlar. Telefon lazımdır, kompüter lazımdır və s. hamısının deməli verilir. Bunlar da bizdə məsuliyyətin azlığı və yoxluğuna yaradır. Beləliklə bizim beynimiz əslində arxa planda kifayət qədər boş olur da
100 dənə şey fikirləşmirik ki, o necə olacaq, bu necə olacaq və s. və daha fokuslu ola bilirik yenə işlərimizə. Bir də səhvlərimizin həyat təsirsiz olmağı. Adətən yaşlandıqca insan daha böyük səhvlər də buraxır və onun təsir dairəsi də genişlənir. Məsələn, siz ailəli bir insansınızsa, nəsə bir səhv addım atanda, o addım indi biraz da böyükdürsə, səhv, ailənizə də təsir edə bilər də. Amma siz gənc sahibkarsınız, nəsə edirsiniz, deyək ki, bir iş gördünüz, nəsə bir pul yığıldı, sonra 500-600 manat qazanmısınız, onu nəsə bir qərar qəbul edəndə biraz səhv addım atdınız bütün pulla bir yerdə və itirdiyiniz pul uzağı 500-600 manatdır. Həmin gün sizin üçün çox böyük məbləğdir və o pulu qazanmaq çox çətin olacaq deyə sizin üçün belə dünyaları itirmək kimi olacaq. Amma indidən bunu bilməlisiniz ki, belə hadisələr baş verir, mənim özümün də dəfələrlə başıma gəlib və onlar sadəcə dərslərdir və biz buna öyrəndiyimiz bir dərs kimi baxmalıyıq və başa düşməliyik ki, həmin 500 manat gün gələcək bir günə qazanacağımız pul olacaq deyə bugün pis olmamalıyıq ki, ayda mən onu qazanmaq üçün 6 ayda nəsə eləyirdim, 6 ayda yığmışdım və s. Sadəcə burada diqqət etməliyik ki, buraxdığımız səhvləri analiz edə bilirik. Növbəti dəfə qərar verəndə nəzərə alırıq ki, bax, keçən dəfə filan qərarı verəndə bu şeyləri nəzərə almamışdım deyə belə bir şey baş vermişdi. Bu dəfə mütləq mən onları nəzərə almalıyam. Və o formada əgər öyrənə biliriksə, yenə də səhvlərimizdən və gələn dəfə daha yaxşı qərar verə biliriksə, onda deməli o 500 manat əslində itirmədik. O sadəcə öyrəndiyimiz dərsin qiyməti oldu. Sanki bir kursa getmişdik, qiyməti 500 manat idi. Gələn dəfə artıq qərar qəbul edəndə daha əvvəl 3 dənə faktoru nəzərə alıb ölçüb-biçib qərar vermişdiksə, amma əslində onun sayı 10 idi. Artıq onları da sonradan gördük, yadımızda saxladıq deyə növbəti dəfə həmin 10 faktorun hamısını nəzərə alıb o formada qərar verəcəyik. Beləliklə növbəti qərarlarımızda uğursuz olmaq ehtimalımız azalmış olur. Və əlbəttə sonunda kreativlik və tez öyrənən beyin. Kreativlik çox önəmlidir sahibkarlıq prosesində və kreativlik çox vaxt ya başa düşülmür, ya çox qeyri-adi başa düşülür çox insan tərəfindən. Fərqi yoxdur bu şəxs gəncdir yoxsa yaşlı. Amma çox belə bəsit desək, kreativlik çoxlu yeni və fərqli ideyalar yarada bilmək bacarığıdır. Və bunu inkişaf etdirmək mümkündür və heç də doğuşdan gələn bir bacarıq deyil və heç də təkcə deyək ki, musiqiçilər, rəssamlar və bu tipli insanlarda olmalı olan bir şey deyil. Bu hamıda olmalıdır və hamıda var. Kimdəsə biraz zəifdir, kimdəsə daha güclüdür. Bunu gücləndirmək üçün metodlar da var. Düzdür, bu başqa bir müzakirə mövzusu olsa da, toxunmuşkən ümumi deyə bilərik ki, kreativliyi gücləndirməyin əsas yolları təcrübəni artırmaq, çoxlu təcrübələr keçirməkdir, nələrsə təcrübədən keçirmək və çoxlu yeni şeylər öyrənməkdir. Çünki kreativlik prosesi bir növ iki mövcud ideya var deyək ki, onları birləşdirib üçüncü bir ideya da yaradanda yenə kreativ olmuş oluruq. Çünki yenə yeni və fərqli, əvvəlki opsiyalardan fərqli nəsə ideya ortaya çıxartdıq. Və kreativlik o demək deyil ki, nəyisə yenidən kəşf eləmək. Kəşf başqa şeydir, kreativlik başqa şeydir. Yəni, kəşf odur ki, olmayan bir şeyi tapdıq, lampanın kəşfi və s. Amma kreativlik deyəndə lampa onsuz da var idi. Deyək ki, nə bilim, kağız da var idi. Biz götürdük, lampanın qırağına kağız bükdük, nəsə belə elə elədik ki, lampa daha yaxşı işıq saçsın ya da lampanın işığı gözümüzə düşməsin. Belə bir ideya düzəltdik. Bu artıq oldu kreativlik. Yəni, burada ehtiyac yoxdur sıfırdan nəsə tapmağa. Və beynimizin tez öyrənməyi məsələsinə gəldikdə isə, burada belə bir məqam var ki, gənc insanın beyni tez öyrənir, amma çox qeyri-effektivdir. Məsələn, bəzi araşdırmalarda var. Məsələn, adətən biz deyirik ki, uşaqlar yeni dili daha yaxşı öyrənirlər. Məsələn, onların yeni bir dili öyrənəndə daha axıcı olmaqdan ötürü uşaq vaxtından öyrənsə daha yaxşıdır da, belə başa düşürük həmişə. Sonradan baxılıb ki, əslində uşaqlar yeni dili öyrənəndə çox effektiv, yəni qeyri-effektivdirlər. Baxırıq ki, bir uşaq bir dili səlis səviyyədə öyrənməkdən ötürü hardasa 10 il, 15 il onu öyrənir, sonra o səlislik gəlir. Amma bir gənc insan, deyək ki, yetişkin insan, 25 yaşında məsələn bir insan, bir yeni dil öyrənəndə onun axıcılığa gəlmək müddəti deyək 2-3 il olur. Baxanda ki, səbəb nədir? Düzdür, uşağın beyni daha təmizdir, amma uşaq öyrənməyi bilmir.
uşağı nə vaxt ki insan öyrənməyi öyrənir, necə strukturlu öyrənsin və s. onda daha sürətli öyrənə bilir, daha effektiv öyrənə bilir. Və bu da biz əslində bayaq dedik ki, daimi öyrənməliyik də bir sahibkar kimi. O prosesin içində olanda istər-istəməz beyin də artıq öyrənməyə başlayır. Çünki biz ola bilər bugünkü gün bir şagird kimi məsələn hazırlaşırsınızsa imtahanlara və bu prosesdə istər-istəməz də çoxlu kitablardan çoxlu mövzular öyrənirsiniz. Amma biznesdəki mühit tamam başqa olur, real həyatdan olur deyə. Oradakı sürət, oradakı o hadisələri tez öyrənməyin əhəmiyyəti tamam başqadır deyə. Beyniniz bir növ bir struktur, bir metodika inkişaf etdirməyə başlayır ki, mən necə daha yaxşı öyrənə bilirəm. Bir növ onu kəşf etməyə başlayırsınız. İndi bunun üstündə danışmaq üçün kifayət qədər vaxtımız olmasa da, mən şiddətlə tövsiyə edirəm ki, hamı kreativlik və tez öyrənmə bacarıqlarını necə inkişaf etdirə bilərlər, onları mütləq sonradan araşdırın. Bundan başqa biz indi danışdıq müxtəlif məqamlardan, ümumi bir giriş verməyə çalışdım ki, məsələn, sahibkarlıq nədir, hansı üstünlüklərimiz var və s. Amma burada müəyyən mənfi cəhətlərimiz də var, deyək ki, burada danışım. Sonra keçək o bir slayda. Mənfi cəhətlərimiz də odur ki, bizim 15 yaşında bir sahibkarın, məsələn, 50 yaşında sahibkardan fərqi odur ki, o daha az şey bilir, o daha az təcrübəyə malikdir və o daha az çevrə insan tanıyır. Çevrəmizin kiçikliyi hər bir halda limitdir və bilik təcrübəmizin də azlığı hər bir halda limitdir. Amma burada indi sadaladığımız məqamlar bizə kömək edir ki, biz digər 50 yaşında başqa bir sahibkarı performansımızda keçə bilək. Ola bilər bugün bizim biznesimiz eyni biznesi görən başqa 50 yaşında sahibkarın biznesindən daha böyük deyil indi. Amma bəlkə də prosesi ölçsəniz ki, o təzə başlayanda hansı sürətlə böyüdə bilirdi və 15 yaşında uşaq, bəzən görə biləcəyik ki, 15 yaşındakı uşaq daha sürətlə böyüdə bilir. Xüsusilə də yeni dövrdə Z nəslinin artıq kifayət qədər Z nəsli var ki, məzun olublar, pul qazanmağa başlayıblar və 2030-a qədər dünyadakı pul dövriyyəsinin 40%-i Z nəslinin əlindən çıxacaq. Bu deməkdir ki, biz onları yavaş-yavaş çox yaxşı analiz edə bilməliyik. Və onları analiz etmək üçün ən yaxşı fürsətlərdən biri elə onlardan biri olmaqdır. Yəni Z nəslindən bir nümayəndə hər bir halda o nəsli, məsələn, məndən daha yaxşı analiz edə biləcək. Çünki mən kənardan nəsə onlardan öyrənməyə çalışıram. O isə birbaşa onların içindədir. Və bunları heç vaxt özümüzə limit kimi saymamalıyıq. Sadəcə biz başa düşməliyik ki, hansı mənfi müsbət tərəflərimiz var bir gənc sahibkar kimi və onlara uyğun həll yolu tapmalıyıq. Əgər məsələ çevrədirsə, sizə biraz çevrə lazımdırsa biznesinizi görməyə, xüsusi halda siz atanızdan, ananızdan da xahiş edə bilərsiniz ki, məsələn, belə insanlar tanıyırsınız, mən onlarla danışmaq istəyirəm, bəlkə onlara nəsə təklif edə bilərəm və s. Və yaxud da onlardan soruşub cavab almaq istədiyim belə suallarım var. Məlumatdır və experience-dir, təcrübədir. Bunlar da dediyimiz kimi prosesdə onsuz da qazandığımız hissələrdir. Və bir də biz başa düşməliyik ki, bizim başqa insanlarla özümüzü qətiyyən müqayisə etməməliyik. Kimsə ola bilər ki, nədəsə daha yaxşıdır, amma mütləq ki, biz də nədəsə daha yaxşı oluruq. Məsələn, kimsə ola bilər, hündür boyludur, məsələn, futbol yaxşı oynayır və s. Orada nəsə bir şey eləyir, ideyası var və s. Bu onda yaxşı alınır. Siz ona baxıb pis olmalı deyilsiniz ki, ayda o onu eləyə bilir, çünki məsələn, bunu yaxşı bacarır, amma məndə o bacarıq yoxdur. Kimsə qəşəng şəkil çəkir, o ona görə əl işləri düzəldib satır, amma mən şəkil çəkə bilmirəm. Olsun, siz də başqa bir şey eləyə bilərsiniz. Və yaxud da həmin o şəkli qəşəng çəkən şəxs ola bilər onları yaxşı çəkir, amma heç onda sahibkarlıq düşüncəsi yoxdur, heç onları satmaq barədə düşünmür. Siz isə görürsünüz ki, filan dostum yaxşı şəkil çəkir. Qoy mən ona deyim ki, mənə şəkillərini sat, hərəsinə 3 manat verirəm. Və qıraqda da gedib adamlar tapmışam əvvəldən ki, onlar da bunu məsələn 10 manata belə şəkillər almaq istəyirlər. Məsələn, gedirəm ondan məsələn 6 manata, 7 manata alıram, üstünə də 3-4 manat özüm qoyuram, aparıb satıram. Bunun özü də yenə biznes olur. Yəni, bizim əsas var olmalı, deyək ki, inkişaf etdirməli olduğumuz tərəf sahibkarlıq düşüncəsidir. O olandan sonra bizə fərqi olmamalıdır ki, kimsə nədəsə yaxşıdır, pisdir.
biz istənilən halda o əlimizdəki deyək ki, kartlardan bir situasiya yaradıb, bir ssenari yaradıb biznes başlada biləcəyik. Adicə gəlin baxaq, məsələn, Nüsret var, biz hamımızın tanıdığı Türkiyədə qəssabdır. Qəssabdır, amma görürsüz artıq neçə restoranları var və s. Kimsə onu kəşf eləyir, onlar pul ilə kömək eləyirlər, o da bacarığı var və biznes böyüdür. Yəni yenə başqa məsələn bizim ölkəmizdə də bir neçə məsələn ayaqqabı brendləri var, kostyum brendləri var və s. Həmin şəxslər də bacarıqları olub, nəyisə yaxşı eləyə biliblər və böyüdə biliblər. Yəni istənilən bir biznesdə, istənilən bir sahədə multimilyoner olmaq da mümkündür. Düzdür, bizim bir gənc sahibkar kimi fokusumuz çoxlu pullar qazanmaq deyil, sadəcə öyrənməkdir prosesi. Amma bu da bir deyək ki, istisna eləməli olduğumuz, haqqında danışmamalı olduğumuz bir nöqtə deyil. Çünki dünyada kifayət qədər çox gənc sahibkarlar var, 10-15 yaşlarında, hansı ki multimilyonlar qazanırlar. Hətta bizim də bugün bir-ikisi haqqında danışacaqdır. Amma sahibkarlıqda əsas indi qaçınmalı olduğumuz məqamlardan biri də var. Bu qorxmaqdır, xüsusilə uğursuzluqdan qorxmaq. Bu isə çox vaxt bizə sonradan cəmiyyətdə və yaxud da bəlkə də valideynlərimizdən bilmədən aşılanan bir hissə, deyək ki, xasiyyətimi deyim, yoxsa qorxudur. Hətta mən sizə deyim, bu məktəblərdə də aşılana bilər. Çünki biz bilirik məktəbdə ki, səhv cavab versək, kifayət qədər dolğun cavab verməsək, bizə məsələn 3 yazarlar, 4 yazarlar, heç cavab vermirik. Amma həyat belə deyil. Həyatda uğursuz olmaqdan qorxmamalıyıq. Bunun ən yaxşı nümunəsi isə mən deyərdim balaca uşaqlardır, körpələrdir. Məsələn, mən öz oğlumda baxırdım, o yeriməyi öyrənən elə olurdu, yıxılırdı. Amma o yıxıldıqca imtina eləmirdi ki, yeriməkdən. Əl çəkmirdi ki, qutardı, mən daha yerimirəm. Baxırsan ki, yenə durur, özünə gəlir və yenidən başlayır yeriməyə. Və yaxud da deyək ki, hansısa yeni bir söz öyrənir, bir dəfə, iki dəfə deməyə çalışır, alınmır, o sözdən əl çəkmir ki, körpə uşaq yenə o sözü deyənə kimi davam edəcək. Və bizdə də eyni deməli təfəkkür ömrümüzün sonuna kimi davam eləməlidir. Böyüdükcə özümüzdə uğursuzluq olmaqdan qorxmaq hissini yaratmayaq. Başa düşək ki, bu həyatdır və həyatda həmişə düz olası deyilik, olmalı da deyilik. Bəzən səhvlərimiz olacaq. Əsas etməli olduğumuz o səhvləri görmək, analiz eləmək və onlardan öyrənməkdir. Uğursuzluq odur ki, dayanırıq, nəsə eləmirik, qorxuruq, geri çəkilirik. Amma nəsə eləyəndə səhv eləmək və yaxud da kifayət qədər yaxşı eləyə bilməmək bu uğursuzluq deyil. Və məsələn, biz belə sual versək, mən istəyirəm buradakı hamı özündə belə düşünsün, məsələn, uğursuz olmaqdan qorxmasaydı nələr eləyərdilər? Bu çox güclü bir sualdır, çünki insan üfüqünü o qədər açır ki və insan o filtrə gözünün qarşısından çəkəndə bir növ baxır ki, hə, mən məsələn filan şey var ağlımda neçə vaxtda, bax onu eləyərdim, filan şeyi eləyərdim bu dəqiqə. Bir də başqa bir cürdə bu sualı qoymaq olur ki, uğursuz olmayacağınızı bilsəydiniz nələr eləyərdiniz? Çünki əslində uğursuzluqdan qorxmaq o deməkdir ki, uğursuz olma ehtimalını hesablayırıq və deyirik ki, birdən alınmaz, onda pis olar. Amma biz fikirləşəndə ki, uğursuz olmaq ehtimalım yoxdur, şərt budur və nə edərdim? Onda insan o qədər sərhədləri aşır, o qədər limitlərinin üstünə keçir ki, onda bunu da eləyərdim, bunu da eləyərdim. Və əslində bizim elə əsl eləməyə çalışmalı olduğumuz deyək ki, hərəkətlər, işlər onlardır. Onların arxasınca getmək lazımdır. Və bayaq dediyim kimi, gənc olmaq bunun üçün super bir fürsətdir. Çünki məsuliyyətlərimiz azdır. Çünki biz daha çox deyək ki, fürsətin içindəyik və onları qiymətləndirmək üçün kifayət qədər vaxtımız var. İndi mən istəyirəm sizdən Gabriel haqqında danışım. Bu Yordaniyalı bir balaca qızdır. Gabrielin 9 yaşındakı bir şəklidir. Və burada o özünün Jewelries of Jordan adında bir brendini ilk dəfə bir sərgidə təqdim edir. Oradan şəklidir. Gabriel 9 yaşında belə bir baxır ki, zinət əşyaları hazırlamaq marağı var və s. Belə bir brend yaradır özü üçün və valideynlərin də dəstəyi ilə bir sərgidə onu təqdim edir. Görürsünüz, burada şəkildə Gabrielin üzü gülür, sanki hər şey onun üçün normaldır və özünü sərbəst hiss edir. Bu şəkil bizi biraz yanılda bilir.
Halbuki Gabrielin eyni tədbirdən ikinci bir şəkli var. Ancaq görürsüz burada necə həyəcanlıdır. Deməli, tədbirdə birdən başlayıblar mikrofonla hamıya, sərgidəki iştirakçılara mikrofon uzadırlar ki, hamı özünü təqdim eləsin. Və Gabriel həmin vaxtları belə təsvir edir ki, həmin an üzüm isti və qıpqırmızı idi. O qədər həyəcanlanır, bilmir nə desin, necə eləsin və kəkəliyə-kəkəliyə özünü və biznesini çox qısa təqdim edir. Amma burada isə onun 14 yaşı var və TEDx-də çıxış edir. Hətta bu videonu siz Gabrielin adını yazıb YouTube-da baxa bilərsiniz. Yəni aradakı fərqə baxın ki, 14-15 yaşında bir qız çıxıb TEDx-də çıxış eləyir, 9 yaşından bir biznesə başlayır və burada digər məsələ də nədir? Baxın, burada elə həmin kəkələmə idi ki, mən Gabriel bu zinət əşyalarını düzəldirəm. Belə tez təqdim edir və mikrofondan aralanır. Gabriel və bu vaxt fikirləşir ki, çox pis danışdı, çox pis elədi, nəsə məyus olur və elə ümid edir ki, tez tədbir qutarsın, evə gedək. Halbuki sonra nə baş verir? Hamı yaxınlaşır ona və onu tərifləyirlər. Çünki sərgidə ən gənc o idi və Gabriel də öz-özünə fikirləşir ki, mən doğrudan əla elədim. Çünki danışa bilmədim, çox kəkələdim və ikicə cümlə qurdum və mikrofondan aralandım. Və bayaqdan da burada oturmuşam, belə keyfim pozulub. Niyə insanlar mənə tərifləyir? Amma insanlar ona deyəndə ki, bax sən burada ən balaca, bu yaşında belə eləməyin məni ilhamlandırdı. Bax belə sözləri eşidəndə özündən böyük insanlardan, o onda belə deyək, ürəkləndirir onu. Və həmin gün o bütün məhsullarını satır. Evə də gedəndə özünə daha inamlı və biznesinə daha həvəsli formada qayıdır. Hiss edir ki, bu hadisə və onun düşüncə tərzinin dəyişməyi onun həyatına çox müsbət təsir edir və bu haqda kitab yazmağa qərar verir. 9 yaşında kitab yazmaq istəyir. Və aranızda bilməyən varsa, kitab yazmaq çox zülümlü prosesdir və doğrudan da böyük stressdir. Və o kitabını yazır 11 yaşında və hətta öz gəlirinin bir hissəsində müəyyən qurumlara bağışlayır. Burada məsələn elə bir qurumların biri ilə öz şəkillidir, ortadakı odur. Və hətta maraqlısı odur, kitabı Amazonda nömrə 1 bestseller olur. Ən çox satılan kitab olur. Və mənim özüm də Gabriellə tanış olanda çox ilhamlandım onun hekayəsindən və doğrudan da düşünürük ki, bəzən belə böyük işlər görməkdən ötürü çox böyük yaşımız olmalıdır və s. Amma hərdən görürük ki, mümkün ola bilər necəsə. Və Gabrielin burada çox maraqlı qeydi var ki, o deyir, öz ailəmə çox minnətdaram. Onlar səhvlərimi mənə birbaşa deyirdilər. Heç vaxt məni yalandan tərifləmirdilər. Bu da mənə səhvlərimi görə bilmək və onları düzəltmək imkanı verirdi. Və biz başa düşməliyik ki, bir gənc sahibkarın inkişafında, ümumiyyətlə gəncin inkişafında valideynlərinin əvəzsiz rolu var və valideyn nə qədər ki onu dəstəkləyirsə də, yalandan dəstəkləməli deyil, nə yalandan onu tərifləməli deyil və onun gözünü bağlamalı deyil torla. Həqiqətləri onunla paylaşmalıdır. Buna biz belə feedback culture deyirik, geri dönüş. Geri dönüş, bu feedback sözü rəy deyək, necə deyək, Azərbaycan dilində tərcüməsi yoxdur dəqiq. Yəni, öz o uşaqlarımıza rəy verə bilməliyik, bu mədəniyyətimiz olmalıdır və onlara deyə bilməliyik ki, nəyi düz elədin, nəyi səhv elədin, nəyi daha yaxşı edə bilərdin. Yəni, düz elədin, yaxşı idi, amma daha yaxşı başqa bir yolda var. Bunu da öyrənək, öyrədim sənə və gələn dəfə istəyirsən bunu da yoxla. Yəni, bu formada arada kommunikasiya olmağı çox daha sağlamdır. Nəinki hər şeyi qınamaq və yaxud da tərsinə hər şeyi tərifləmək. Bunun ortasını tutmaq lazımdır. Nə hər dəfə pisləmək, nə də hər dəfə tərifləmək yaxşı deyil. Bir də burada bizdə Shark Tank-dən Cassidy adında bir qızın videosuna baxaq istəyirəm. Aranızda ingilis dili bilməyənlər varsa, mən burada düz yazı qoşmağa çalışacağam, amma ingilis dili bilmirsinizsə də narahat olmayın, çünki biz ingilis dilini bu videoya baxsaq da həm arada kəsəcəm, bir yerdə analiz eləyəcəyik. Elə analizdən əvvəl də çox qısa 2 cümlə ilə tərcümə edəcəm ki, nə danışdı və rəylərimizi danışacaq. Next up is a product that deyə bilərsiniz, videonun səsi gəlir sizə. Bəli, gəlir. Bəli, gəlir. Okay, əla.
began as an elementary school project. Ben bunu Müəllim, biraz titrəyir ekran. Tam qəşəng görmək olmur. ben biraz keyfiyetini azaltmayı Hello, yok Sharks. I'm Cassidy Crowley, And I'm Lori Crowley, Cassidy's mom. and we're from Honolulu, Hawaii. I'm seeking $50,000 in exchange for 50% of my company. Wow. Sharks, I love to create and invent. When I was 7 years old, my baby sister Emily would always play with her spoon. And my mom would always get worried that she might accidentally poke or stab her throat. So I wanted to create a product that eliminated that long and sharp design of a traditional spoon. So I invented the Baby Tune. Burada əslində bura kimi olan hissə, bu 46 saniyədə danışdıqları, hətta indi girişdə də bir 5-6 saniyə getdi. Cassidy çox yaxşı hazırlaşıb buradakı çıxışına. Buna biz normalda pitching deyirik. Deməli, çox maraqlı proses gedir. Birinci o deyir ki, 7 yaşımda gördüm ki, mənim körpə bacım o qaşıqdan istifadə edəndə anam hər dəfə narahat olur ki, birdən o qaşıq onun boğazına gedər, özünü incidər və s. Və mən belə bir bunun adına nə dedi? Yadımdan çıxdı biznesin. Baby spoon nəsə edib. İndi adını yenə deyər, eşidərik. Bunu deyir ki, ixtira etdim. Və maraqlıdır ki, əslində bax, xırda 7 yaşında bir uşaq kimi o bütün biznesini, addımlarını düzgün formada atıb. Birinci proses nə idi? Biz demişdik ki, bir problem tapmalıyıq da. Və bayaq dediyimiz kimi, balaca uşaqlarda xüsusilə onun ətrafı çox geniş deyil də. O, onsuz da bir problem tapsa, adətən evdəki nə isə tapır. Və o da körpə bacısının bir problemini görüb və anasının əslində bu problemidir həm də. Və onu qiymətləndirib ki, anam belə bir riskdən ehtiyatlıdır, yəqin anası deyəndə bunu eşidib. Və yaxud da özü görüb uşağın əlindəki, deyək ki, qaşığın sərtliyindən özü narahat olub və belə fikirləşib ki, buna nəsə başqa bir şey tapaq, bir qaşıq düzəldək necəsə, hansı ki, onu bu risklərdən qorusun. Deməli, problemi görüb və təsdiqləyib, anasının rəyi əsasında ki, doğrudan belə bir problem var. Sonra ona bir həll yolu fikirləşib və onu da başlayıb tətbiq eləməyə. Burada kilit nöqtə tətbiqdir. Çünki tətbiq eləməmiş biz əslində hələ sahibkar deyilik də. Çox adam deyə bilər ki, belə bir şey olsaydı yaxşı işləyərdi, belə bir şey olsaydı əla satardıq, nə bilim nə. Amma biz yəni onu başlayıb hazırlanmağa keçmiriksə, düzəltmiriksə, bir inkişaf yoxdursa prosesdə, addım atmırıqsa, onun heç bir mənası qalmır. İndi gəlin davamına qulaq asaq. The Baby Tune is a combination of a baby spoon and a teether all in one. The rectangular body makes it easy for babies to grasp and self-feed. The Baby Tune is made of 100% soft silicone. There are no sharp edges, so it's gentle on babies' gums, and it works great for teething. Shark. Mənim ürəyim getdi burada anasının ona dəstəyindən. Yəqin ki, cümlələrdə də kömək edib və s. Amma anasının həm də burada izah eləməkdə ki, o danışdıqca, o da orada onu deyək ki, istifadəsini göstərməyi əladır. Bu bir növ valideynin dəstəyini göstərir. Siz fikir verdinizsə, bu tərəfdə belə bir növ deyək, kvadrat mı deyək, dörd bucaqlı mı deyək, bir fiqur var. Bu kömək edirdi ki, uşaq istədiyi kimi öz səmtində, rahat səmtində qaşığı tuta bilsin və orada göstərir ki, həm də elastik belə bir plasmasdan, silikondan istifadə olunur və beləliklə həm uşaq rahat tuta bilir, həm də elastikliyinə görə də hansısa bir təhlükə törətmir uşağa məhsul. All parents know that babies love throwing their spoons on the floor. Well, we have a solution for this. Just put a pacifier clip around the Baby Tune and attach it to the baby's shirt. No more baby spoons getting thrown on the floor. But wait, Və burada da ikinci bir problem, uşaqların qaşıqları yerə atmağı. Onu da yenə görüblər və əslində həm də qaşığın forması imkan verdiyinə görə orada bir parça ilə bağlayıb uşağa yapışdıra bilirlər paltarına. Uşaq atsa da paltardan yapışır və qaşıq yerə düşmür. Bu da ikinci bir problemin həllidir.
Əslində bunlar iki ayrı problem deyil. Bu biraz incə məqamdır. Bəzən insanlar biznes formalaşdıranda iki aidiyyətsiz problemi həll etməyə çalışırlar. Bu düzgün deyil. Bunun ikisi də eyni problemin əslində hissələridir. Əsas problemin bir növ alt problemi idi. Ona görə buna biz ikinci problem deməyək, biraz alt problem kimi deyək, əlavə funksionallıq kimi deyək. There's more. So Baby Tune is made right here in the USA, and it was designed and created by me. So sharks, who's ready to take a bite out of the Baby Tune? Together, we can bring Baby Tunes to every baby in the world. Nice. Good job, Cassidy. Gördüyünüz kimi hardasa 1 dəqiqə 40 saniyəyə super formada məhsulu izah edir və bu başqa bir çox önəmli bacarıqdır. İnsanlar adətən mən görürəm ki, öz bizneslərini izah edəndə az qalır, nə bilim 5 dəqiqə danışsın, amma 5 dəqiqənin sonunda qarşı tərəfə hələ də başa düşmür ki, bu tam olaraq nə biznes edir. Əslində biz biznesin yalnız danışanda bu qədər punktual olmalıyıq. Qısa formada deməliyik ki, belə bir problem var, filan kütlə insanlar bu proses zamanı belə bir şey yaşayırlar. Mən də belə bir həll fikirləşmişəm və bunu belə satmaq istəyirəm. Burada indi davam edir video. Videonun davamında bir dənə hissə var, onu mən sizə göstərmək istəyirəm. Bax burada. Bu balaca əşya deyək. Bu birinci prototipidir məhsulun. Prototip, yəni hələ satılmağa hazır olmayan, sadəcə ilk konsept forması deməkdir də məhsulun. Bunu 7 yaşında səhv eləmirəmsə deyirdi orada düzəldib. Birinci sinifə gedəndə burada yazılır. Belə 7 yaşında ilk elə problemi görəndə birinci düzəltdiyi o prototip budur. Bunun üzərindən sonra başlayıblar yavaş-yavaş məhsulu inkişaf etdirə, bax bugünkü formaya saldılar. Hətta deyir ki, biz əvvəlcə müxtəlif fərqli silikonlardan istifadə elədik. Bəzisi çox sərt idi, sonra dəyişdik onun sərtliyini və s. Hətta elə bir an olur ki, buradakı şarklar, investorlar soruşur ki, orada bir termin işlədir, o terminin mənasını soruşurlar. Və 10 yaşındakı uşaq bu multimilyonerlərə izah edir ki, məsələn, o terminin mənası nədir? Yəni, bu da onu göstərir ki, əslində siz sahibkar olanda, bax, buradakı o olduğunuz məhsulun, məşğul olduğunuz məhsulun həm də hər şeyini öyrənirsiniz deyə, sırf həmin məhsula aid, həmin sənayeyə deyək, sektora deyək, aid bütün hər şeyi öyrənməyə başlamış olursunuz. Bu, əlbəttə ki, uşağın inkişafına da çox böyük təsir edir. Həm də məhsulun inkişafına. Çünki bir biznes ancaq sahibkar nə qədər özünü inkişaf etdirirsə, nə qədər öz üzərində çalışırsa, nə qədər yaxşıdırsa, o qədər yaxşı ola bilər. Yəni siz deyək ki, nəsə başladınız, bunu məsələn düzəltdiniz, yarıda qoydunuz, bu biznes elə burada da qaldı. Amma siz başladınız inkişaf etdirməyə, müştəri ilə danışdınız, rəy aldınız, soruşdunuz, bir də nəsə düzəltdiniz, bir də bu proses boyu artıq siz özünüz də yaxşılaşırsınız. Gələn dəfə bir də başa düşürsünüz ki, filan şey nəzərə almamışdıq ki, bunu da əlavə edək. Filan şeyi bəlkə belə düzəldək, nəsə yaxşı alınmayıb, bir də eləyək. Belə, axırda yekun məhsul ortaya çıxır. İndi son bir hissəyə toxunmaq istəyirəm. Axırıncı hissəsidir bu bizim sessiyanın. Valideynlərimiz bu yolda bizə necə dəstək ola bilərlər? Mən bilirəm, burada webinarda həm valideynlər var, həm gənclər var. Valideynlər bu hissəni keçməzdən əvvəl uşaqları kənarlaşdırmaq lazım deyil. Bir yerdə dinləyin və yaxud da balaca dostlarımız valideynlərini də çağıra bilirlərsə, əgər hələ dinləmirdilərsə, o da yaxşı olar. Biz indi burada mən bir növ bir plan hazırlamışam valideynlər üçün ki, müxtəlif yaş aralıqlarında nələr eləmək olar. Birinci uşaqlıq yaşlarından başladım, 5-9 yaşlarda və bəli, biz 5-9 yaşından artıq uşağa sahibkarlıq düşüncə tərzini aşılamağa başlamalıyıq. Bu onlar üçün tez deyil. Bir şey ki, artıq 6 yaşından onlar başlayacaqlar əlifba öyrənmək, vurma, bölmə falan nəsə yavaş-yavaş həyatlarına başlayırlar. Burada əsas hədəf hər şeyə maraq, kreativlik və özünə inam formalaşdırmaqdır. Burada lazım deyil bu dəqiqə biznes başlasınlar. Və hər şeyə maraq deyəndə bu ingiliscə curiosity, rusca любопытно olsunlar da hər şey, nəsə maraq göstərsən, bu necə olur, bu nədir, belə necə elədilər, bu suallar və bunu nəzərdə tuturuq. Nələr eləyə bilər valideyn? Səy, problem həlli və təsəvvürü təlqin etmək və tərifləmək. Uşaqlara öyrətməliyik ki, çalışqan olsunlar.
Yəni bir uşağı mənim ağıllı balam falan deyib tərifləmək lazım deyil. Yəni uşaq ağıllı olsun eybi yox, amma ağıllı deyib tərifləmək ən böyük səhvlərdəndir. Uşağı mənim çalışqan oğlum, mənim çalışqan qızım deyib tərifləmək çox daha yaxşıdır. Çünki biz orada çalışqanlığı, səy göstərməyə təlqin edirik. Əgər bir uşağa biz prosta dedik o ağıllıdır, o bunu doğrudan inana bilər və elə bilər ki, hə, qutardı. O ağıllıdır və bundan sonra üstündə belə çalışmasa da bu belə davam edə bilər. Amma başa düşmək lazımdır ki, ağıllı deyilən bir anlayış yoxdur. Məsələn, mənim üçün ağıllı uşaq, ağıllı şəxs. Yəni, ağıllı adam odur ki, həyatda öz yerini tapa bilir, düzdür? Və həyatda öz yerimizi tapmaq üçün nə etməliyik? Nəsə səy göstərməliyik, çalışmalıyıq, öz üzərimizdə inkişaf etməliyik, işləməliyik. Bu da yenə gəlir səy göstərməyə, çalışqanlığa çıxır deyə biz elə uşaqlarımızı həmişə ağıllı yox, çalışqan olmağa sövq eləməliyik. Və problem həlli, təsəvvür, məsələn, problem həlli, bir problem çıxır, deyək ki, gündəlik həyatınızda evdə nəsə xırda-para şeylər, nə bilim, stolun ayağı da qırılsa, uşağı çağırın, ondan bir yerdə bir həll tapmağa, nəsə, ya da özünüz təmin edirsiniz, o da görsün, o da baxsın necə edirsiniz. Çünki 6-7 yaşında uşaq çox o prosesə daxil ola bilməsə də, onun adicə qıraqdan baxmağı bəs eləyir. Sonra, səncə bu niyə belə oldu? Sən olsaydın necə edərdin? Kimi sualları mütləq verək. Məsələn, adicə bir fontan görürük parkda gəzəndə, səncə bu niyə belə olur? Sualını verin. O ondan da maraqlı olsun. Doğrudan bu niyə belə olur? Gələn dəfə o özü başqa bir yerdə fontan olmasın, başqa bir şey görəndə o özündən başlayacaq onun beynində bu bir növ beyninə hopacaq ki, hər şeyi sorğulamaq. Bu şey niyə belədir? Bu şey niyə belədir? Və başlayacaq onları araşdırmağa. Görün bu niyə belə olur. Və bayaq dediyimiz kimi daha çox şey öyrəndikcə onda kreativlik də inkişaf etməyə başlayır. Gələcəkdə məsələn o ki bilir artıq məsələn mikrofon necə işləyir, monitor necə işləyir, fontan necə işləyir, telefon necə zaryadka yığır, nə bilim stəkanı necə hazırlayırlar və bu kimi şeyləri öyrəndikcə onda təsəvvür formalaşmağa başlayır hər şeydən və növbəti həyatında, növbəti dövründə həyatının məsələn hansısa bir biznes ideya üstündə çalışanda daha çox məlumatı olur. Artıq bilir ki, məsələn hansısa bir məhsul hazırlayırsa və orada batareyadan istifadə etməlidirsə, başa düşür batareyalar nədir, necə işləyir və necə istifadə edə bilər onu həmin o məhsulda və yaxud da eləməlidirmi. Sonra oyuna əsaslanan öyrətməni dəstəkləyin. Nəsə inkişaf oyunları oynayın, role playlər eləyin, güya o sizə nəsə satır falan. İndi burada limonad stendi yazmışam, amma bizdə yoxdur, təəssüf, amma hansısa ailə tədbirdə falan mən bir harda nəsə imkan tapırsınızsa ki, uşaq yalandan nəsə güya satırmış kimi eləsin, amma hələ ki onun həyatına real pulu və s. salmağa çox tələsməyin. Onları biraz tərqim eləyin. Nəsə düzəldib sizə göstərsin ən azından və ya da təklif eləsin. Haqqında oyunlar vasitəsilə öyrədin. Məsələn, Monopoly oynamağa başlaya bilər 8-9 yaşlarında. Pul bankaları, o qənaət bankaları olur. Bankanın içinə pul yığırıq. Bankanın içinə pul yığmağa başlaya bilər. İndi deyək ki, məktəbə gedəndə xərclıq veririk və o xərcliklərin bir hissəsini gətirib orada yığar, sonra ondan nəsə almağa çalışar. Bu çox yaxşı təcrübədir ki, məsələn, uşaq velosiped almaq istəyəndə ki, yayda sürsün, sentyabrdan ona xərclik verəndə ona demək olar ki, məsələn, bax, bir dəfə gəl gedək bu bazar, görək velosipedlər neçə olur. Məsələn, bəyəndiyi velosipedi görsə ki, məsələn, 250 manatdır və ona deyək ki, okey, deməli sən hər həftə qırağa bu qədər pul atsan, 5 manat atsan, məsələn, 10 manat atsan və yaya artıq bunu ala bilərsən. Və ona yavaş-yavaş o pulu qazanmağa kömək edə bilərik ki, xərcliyindən biraz qoy. Sonra xərcliyi verəndə qətiyyən gündəlik verməməliyik, ya həftəlik verməliyik 18 yaşa qədər, 18 yaşdan sonra aylıq verməliyik ki, pulu daha məsuliyyətlə idarə edə bilsin uşaq. Bir də elədiyi yaxşı şeylərə görə də əlavə pul ödəyin. Yəni öz məsələn otağını uşaq özü yığmalıdır, amma onu bir növ insentiv kimi də bir həvəsləndirici kimi, məsələn, bir ödəniş verə bilərsə, öz otağını yığanda, məsələn, 1 manat, 2 manat veririk ki, o da o pul qapısına qoysun və istədiyi velosipedi almaq üçün. Sonra təhlükəsiz sahibkarlıq addımları, məsələn, evdə və ya ailə üzvlərinə əl işləri hazırlayıb satmaq. Nə bilim, evdəkilərə, nə bilim, başqa qohumlara, qardaş oğlu var falan, nəsə bir başqa, əmisi var, xalası var. Nəsə bir şeylər düzəldib satmağa çalışa bilər.
Məhəllədəki adamlara, oyun dostlarına mini nəsə satışlar eləməyə başlaya bilər yavaş-yavaş 7, 8, 9 yaşlarda. Bunlar necə olur adətən? Məsələn, biz əslində balaca vaxtda eləyirdik. Biz məsələn məhəllədə bizdə bəzi uşaqlar olurdu. Velosiped olmayan uşaqlara pulla verirdilər. Məsələn, mən onu o vaxt eləməmişəm, amma həmişə fikrimdə olub da, bəlkə mən də eləyim, amma mən şəxsən aləmdə də bu nəsə deyilməyib mənə ki, eləmə falan, amma eləyə bilərsən opsiyası beynimdə, təsəvvürümdə olmadığına görə çəkinmişəm məsələn uşaq vaxtı. Amma biz uşaqlarımıza onu desək daha yaxşıdır. Onlar da ona nəsə satsınlar. Onun da məsələn nəyisə var, məsələn nə bilim Tetrisi var, topu var, nəsə bir şey ona vermək istəyəndə o da ona verə bilər. Burada bir məqam var yenə də. Məsələn, əlbəttə ki, dostluq məsələləri falan bunlar çox dəyərlidir və hər şeyi pulla eləməyi, yəni başa düşməlidirlər ki, hər şey pul deyil. Amma xüsusi məqamlarda onlar nəyisə, xüsusi əşyaları falan pulla bir-birinə təklif eləməyində ziyan yoxdur. Amma bunu eləyəndə həmin o məhəllədəki o dostlarının da valideynlərindən bunu danışmaq və birgə bunun nəzarət altında olmağına səy göstərmək lazımdır. Yəni elə olmasın ki, uşaq da böyüyəndə elə başa düşsün ki, sabah ondan kim nə istədi, elə o dəqiqə onu satmalıdır ancaq pulla. Çünki biznes bu deyil. Biznes spesifik bir kütlənin problemini həll etməkdir və biz məhəllədə sadəcə spesifik bir kütlənin spesifik probleminə fokuslanmaq istəyə bilərik. Məsələn, onun hansısa bir, nə bilim, xüsusi əşyası var. O birlər onu hərdən bir ola bilər istifadə etmək istəsinlər. Onu məsələn bir mini, çox belə mənasız qiymətə verə bilər. Və yaxud da dediyimiz kimi bunu heç etməyə bilərik. Əgər düşünsək ki, məhəllədəki uşaqların valideynləri buna dəstək ola bilməyəcək, biraz belə riskli situasiyadır. Bundan qaçınmaq lazımdır. Ailə tədbirlərini planlamağa kömək eləsinlər, büdcə, təşkilatçılıq və s. Artıq 8-9 yaşında başlasınlar. Məsələn, deyək ki, balaca qardaşının ad günüdür. Oturun qızınızla bir yerdə, deyin ki, məsələn, bax, şarlar almaq istəyirik. Bax, buradan ala bilərik. Bu qədər pul xərcləmək istəyirik. Bax, buna bu qədər alsaq, buna bu qədər eləsək neçə olar falan. Xırda bir, məsələn, 200-300 manatlıq bir büdcəni, məsələn, evimi bəzəmək üçün nəsə bir xərcləməyə çalışsın və həm də qardaşına bir hədiyyə almağa, nəyisə özü bir təşkil etməyə çalışsın. Bu onun üçün çox faydalıdır. Və bunu eləyə bilərlər yeri gəlmişkən. Çünki baxın 9 yaşda bunu eləyə bilməyi böyük bir şey deyil. Gabrieli xatırlayaq, 9 yaşında kitab yazmağa başlamışdı və biznes eləyirdi o da. Yeniyetməliyə qədərki yaşlarda öz maraqlarını kəşf etmək və sadə bizneslərə artıq başlaya bilərlər. Burada nə edə bilərik valideyn kimi? Sadə fəaliyyətləri sınamağa dəstək olaq. Məsələn, peçenye satmaq istəyir, qoy getsin satsın. Əl işi əşyalar satmaq istəyir, qoy getsin satsın. Nə bilim, məsələn, evdə siz anası nəsə bir peçenyelər bişirir, gedib onu sinif yoldaşlarına satmağında çox belə böyük problem yoxdur. Eləyə bilir, eləsin. Hətta gəlib sizə desə ki, ana, dəhşət çox alırlar, biraz da bişirərsən, ya nəsə, vaxtınız varsa dəstək ola bilirsinizsə, super. Olmursa, ona öyrədin ki, bunu bəs hardan tapa bilər. Gedib başqa yerlərdən məsələn bişirtdirib aparıb satmağı özü əla bir şeydir. Bu nümunə dəhşət çox sayda artır il-ildən. Yeni Z nəslində onsuz da bu yəni tez-tez görülür ki, öz sinif yoldaşlarına nə bilim saqqız satır, nə satır, oyuncaq satır, hər şey belə hallar olur. Kantində olmayan bir şeyi görür, o bufetdə olmayan əşyaları, yeməkləri gətirir, görür ki, uşaqların da bu aralar buna ehtiyacı var, istəyirlər, trenddir. Gətirir onu orada satır. Bunda səhv nəsə yoxdur. Amma yenə də uşaq bu dövrdə də hələ də başa düşməlidir ki, pul hər şey deyil. Bunun biraz nəzarəti olmalıdır. Büdcə qurmağı, xərc və gəlir anlayışını, zamanın dəyəri haqqında öyrədin. Bu yaşlarda uşaqlar zamanın dəyərini başa düşmürlər, bu önəmli bir şeydir. Məsələn, adicə bayaq biz it gəzdirməkdən danışdıq. İt gəzdirmə qarşılığında niyə pul alsın ki, bunu başa düşmürsə, izah eləmək lazımdır. Çünki o başa düşməlidir ki, problemini həll elədiyi şəxs itini gəzdirməkdənsə həmin 2 saat ərzində başqa işlə məşğul ola bilər. Həmin şəxs üçün həmin zamanın bir dəyəri var. Məsələn, gedir orada nəsə eləyir, orada onun üçün o məsələn 1 saat bəlkə də 50 manat dəyərindədir. Sən ondan 5 manat alıb bunu eləyəndə o həm o biri ikinci işini görə bilir, həm də bu biri itini də gəzdirmiş ola bilər. Ona görə zamanın dəyərini öyrənməyi yaxşıdır. Gündəlik problemləri həll etməyə təşviq edin.
evdə nəsə bir şey var, onu soruşun. Məsələn, bu artıq yeməklərlə nə edək? Nə bilim, desin aparaq quşlara verək, desin nə bilim, filan kəsin iti var, bəlkə sümükləri verək ona və s. Nəsə xırdapara evdə nə hadisə baş verdi, onu da müzakirəyə cəlb eləyək və o da bir fikrini bildirməyə çalışsın. Bəlkə ilk vaxtlarda biraz çətinlik çəkəcək, amma bir müddət sonra görəcəksiniz ki, bir problemə sizin ağlınıza 2 həll gəlirsə, uşağın ağlına 10 həll gələcək. Birlikdə digər gənc sahibkarların hekayələrinə baxın. Məsələn, indi bu baxdığımız Gabriela Kestinin hekayələri kimi. Sonra məsələn, nəzarət altında yerli yarmarkalarda stend aça bilərsiniz. Məsələn, Pasajda var bu. Onlarda tez-tez yarmarkalar olur. Sonra valideyn nəzarəti ilə müxtəlif platformalarda səhifələr açıb orada nəsə sata bilərsiniz birlikdə. Və valideynlə birlikdə sahibkarlıq klublarına gedə bilərsiniz. İndi bizdə nə bilim Marsol var, Akyabın belə görüşləri olur səhər yeməklərində. Məsələn, biznesmenlər gəlir, hamı özünü təqdim edir. O deyir mən bununla məşğulam, o deyir mən bununla məşğulam. Bir-birindən potensial əməkdaşlıq edə biləsi biznesmenlər yenə görüşürlər, bir yerdə iş görürlər. Bu səhər yeməkləri bəzən ödənişsiz olur, bəzən 25-35 manat belə. Götürə bilərsiniz uşağınızı, bir yerdə gedə bilərsiniz. Bəzi klublarda illik ödənişlər olur, üzvlük üçün 1500-2000 manat. Klubdan xahiş edə bilərsiniz ki, bir valideyn kimi belə bir şey edirsiniz. Yəni, deyək ki, ciddi sahibkarlıq prosesi deyil, sadəcə uşağın mühitdə olmağını istəyirsiniz. Ayda bir dəfə gələ bilərikmi kimi belə sadəcə səhər yeməyinin ödənişini eləyək, bu illik pulu ödəmək mənalı görünmür, səmərəli görünmür. Və inanıram ki, yəni, ən azından 1-2 klubdan müsbət cavab eşidə bilərsiniz. Yeniyetməliyə gəldikdə isə burada hədəfimiz real həyat bacarıqlarını inkişaf etdirmək, ideyaları test etmək və üzərinə məsuliyyət götürmək. Və bunlar formalaşmalıdır artıq. Nə edə bilərik? Real mini bizneslərə dəstək olaq. Yəni, getsin repetitorluq eləsin, özündən balaca uşaqlara nəsə öyrətsin, dizayn xidmətləri eləsin, onlayn satışlara başlasın, nə bacarırsa eləsin. Mentorlar, proqramlar və müsabiqələrə əlaqə yaratmağa kömək edin. Getsin özünə mentor tapsın bu yaşdakı gənc. Çünki mentor həyatda bizi heç olmasa 2 dəfə sürətləndirən bir şəxsdir. Çünki o bizim getdiyimiz yolu gedib və bizi ondan kömək istəyəndə çox insan inanın ki, köməyə açıqdır. Çünki onların da bir növ deyək ki, təcrübələnirlər, 20 illik, məsələn, 10 illik, 30 illik bir təcrübələri var və onu paylaşmaq istəyirlər bir nöqtədə ki, gələcək nəslə də ötürsünlər. Özlərinin bir növ borcu kimi hiss edir əksər şəxs bunu. Mənim özüm də bir neçə startapa məsələn mentorluq edirəm və bundan həzz alıram. Mənim kimi yüzlərlə, minlərlə insan var. Müxtəlif müsabiqələrə qoşulsun, oradakı mühiti görsün, mübarizə aparmağı öyrənsin və s. Uduzmağı öyrənsin, bu önəmlidir. Uğursuzluğuna icazə verin, dərs çıxarmağına dəstək olun və başa düşsün ki, bu yolun bir hissəsidir, bu hadisənin bir parçasıdır. Yəni, uğursuzluq o demək deyil ki, bitdi. Nəsə alınmırsa, burada yeganə yol buradan dərs çıxarıb yenə davam eləməkdir. Logistikadır, burada kömək eləyin, nə bilim, nəsə çatdırmalıdır harasa, nəsə satıb onu götürün, aparın siz maşından falan, yəni, əgər onu özü apara bilmirsə. İndi 18-17 yaşında uşaq bəlkə də apara bilər, nəyisə arasa, amma bəlkə 14-15 yaşında hələ tam sərbəst nəqliyyatdan istifadə edə bilmirsə, avtobusa falan, taksiyə biraz narahatsızsa, özünüz ondan gedin. Emosional dəstək verin, ruhlandırın. Sonra burada nələr edə bilərik? Məsələn, Etsy, Shopify, Amazon, Instagram və bu platformalarda xeyli gənclər satışlar edirlər. Etsy-nin özü superdir. Orada hətta əl işi əşyalar çox məşhurdur. Oradan satışlar edə bilərsiniz. Rəqəmsal məhsullar da var. Heç harasa göndərmə zad eləmək lazım deyil. Fiziki məhsul olmasın. Rəqəmsal bir, məsələn, şəkil və s. düzəldib, onu da satmaq olur. Məktəb və startup müsabiqələrinə qoşulsunlar. Sadə nəsə veb saytlar, tətbiqlər yaratmağa çalışsınlar. Kodingi öyrənməyə çalışsınlar az-maz. Sonra kiçik bir bank hesabı açın onunla birlikdə. Bəzi banklar 18 yaşı tam olmamış gənclərə də bank hesabı açmaq, kart deməli açmağa mümkün ediblər və pulu idarə etməyə öyrədin. Bunu da bayaq dediyim kimi 18 yaşa qədər xərcliklərini həftə bağlayarsınız. 18-dən sonra isə aylıq xərcliklər onlara pulu idarəsində öyrədə bilərsiniz.
Və sonda ümumi tövsiyələrdən danışmaq istəyirəm. Bu valideynlərin bütün yaşlarda tətbiq eləməli olduğu şeylərdir. Uşaqları məcbur eləməməliyik, maraqlarına uyğun sahəyə yönəlməlidir. Bayaq dediyimiz kimi, onlar nə bilim nəticə də olmaq istəsələr həmin sahədə çox uğurlu ola bilərlər. Başlayaq, kim mikrofonu açıqdır, söndürə bilərik. Gülnara xanım, sizə mikrofonunuz açıqdır, bağlaya bilərsiniz Əmin Tomasa. Təşəkkürlər. Uğursuzluğu normal və öyrədici hadisə kimi başa düşsünlər. Biznesi əyləncəli edin, yəni təzyiqə çevrilməyin. Uşaq elə hiss eləməməlidir ki, o mütləq biznes eləməlidir və buradan pul qazanmalıdır. Biznes təfəkkürünü öyrənir o, o düşüncə tərzini öyrənir. O sahibkar olmalı da deyil gələcəkdə. Həkim olmaq istəyirsə, qoy həkim olsun. Sadəcə sahibkar təfəkkürü mütləq formalaşmalıdır hamıda. Bu yeni dövrün tələbidir ki, gələcəkdə daha yaxşı fərdə çevrilə bilsin. Gəlirdən çox səy və yaradıcılığı tərifləməliyik və onlarla həm təsisçi olmamalıyıq. Yəni bir növ hər önəmli qərarı, bütün hər şeyi bir yerdə qərar vermək və yaxud da qərarı daha çox özümüz vermək, onların qərarına ört-basdır edib özümüz necə bilirik o formada elə bir biznesi öz əlimizə almaq lazım deyil. Onlara sadəcə komanda yoldaşı olmalıyıq. Əsas qərarları özü versin. Biz əlbəttə tövsiyəmizi eləyək ki, bax belə də bir şeylər var, bunu da bir yoxla. Amma hiss ediriksə ki, o qərarı verməlidir və uğursuz olmalıdır ki, öyrənsin. O hissədə də ona sərbəstliyi verin. Qoy getsin, nəsə pis qərarı versin göz görə. Amma oradan əsas odur ki, öyrənsin. Bizim burada məqsədimiz onun nəsə pul qazanmalı deyil. Biraz xırda məbləğləri itirməyində də kritik heç nə yoxdur. Sadəcə olaraq o prosesi öyrənməlidir və həyatı, bu biznesi başa düşməlidir. Və bayaq Gabrieli xatırlayırsınızsa, o sonda belə bir söz işlədir. O deyir ki, biznesim heç də həmişə yaxşı getmir. Bəzən dizayn trendləri dəyişir, bəzən insanlar çox alış-veriş eləmirlər, iqtisadiyyat pis olur, qənaət eləməli olurlar. Ancaq mən başa düşürəm ki, biznesimin davamlı böyüməməyi o demək deyil ki, bu uğursuzluqdur. Uğursuzluq mənim dayanmağımdır, mən isə heç vaxt dayanmayacağam. Və bu 14 yaşında bir balaca uşağın deməyi üçün çox böyük sözdür və bunu başa düşməyə çox təsirlidir. Çünki hətta 30-40-50 yaşında insanlar var ki, əl çəkirlər, hələ yoxlamamış və bir-iki dəfə yoxlayan kimi. Bu doğrudan da çox böyük bir nailiyyətdir ki, bir insan başa düşür ki, uğursuzluq dayanmaqdır. Əgər dayanmırıqsa, yenə yoxlayırıqsa, bu demək deyil ki, biz hələ uğursuzuq. Xəyallarımız üçün mübarizə aparmağa dəyər və başa düşməliyik ki, 80 yaşımızda ən azından yoxladım demək, kaş ki deməkdən daha yaxşıdır. Ona görə də daim üstümüzdə işləməliyik, öyrənməliyik, soruşmalıyıq və gələcəyə həmişə elə bir özümüzü daha çox inkişaf etdirməyə çalışmalıyıq. Məndən bu qədər. İndi mən istəyərdim bir 10-15 dəqiqədə sual-cavaba vaxt ayıraq. Burada əllərinizi qaldırarsınız, mən onlara uyğun sizə söz verəcəm. Kəmal Məhərrəmov burada sualı var. Müəllim, mən qonşu haqqında deyirəm. Siz dediniz, müəllim, qonşunun taxtı iti var. 5-ci gün biz boş olub onu gəzdirik. İndi biz də biznes Səs kəsilir. ondan pul da xahiş eləməkdir. İti aparmaq asıl şey deyil ki. Onda müəllim, xahiş eləməyə ehtiyacı yoxdur da. Qonşunun özü təşəkkürlü kimi özü pul verəcək də 5-10 manat. Burada məsələ nədədir? Əslində Amerikada belə bir mədəniyyət var ki, düzdür, balaca uşaq da olsa onun üçün nəyisə aparır gətirirsə də belə, ona çıxarıb nəsə bəxşiş verirlər, şirinlik deyə ki verirlər. Amma bizim burada məqsədimiz həmin qonşunun sadəcə bir dənə nəsə edib və təşəkkürünü almaq deyil də. Biz istəyirik ki, biznesin proseslərini tətbiq edək. Biz gedək, görək ki, filan kəsin filan problemi var, onu həll edək, ondan biraz pul alaq ki, görək ki, doğrudan onun problemini həll elədik. Pul burada açar məqamdır. Niyə? Çünki biz bizneslə məşğul olanda qarşı tərəf bizə pul ödəmək üçün onun nəsə problemini həll eləməliyik. Burada iki tərəfli belə dəyər alış-verişi var da. Mən sənin problemini həll edirəm, itin gəzdirilməlidir, gəzdirə bilmirdin, mən sənin üçün onu elədim. Sən də əvəzində mənə pul ödəyirsən. Əgər
Sən mənə pul ödəmirsənsə, deməli mən sənin problemini həll edəməmişəm kimi çıxır. Ya da mən sadəcə biznes üçün eləmədim bunu. Sadəcə səni tanıyıram, kömək eləmək üçün elədim. Kömək başqa şeydir, biznes başqadır. Ona görə biz burada məqsədimizə baxmalıyıq. Gedib deməliyik ki, filankəs əmi, mən sizin itinizi gəzdirmək istəyirəm, amma mən bunu biznes kimi eləmək istəyirəm də. Sizə də uyğundursa, hər cümə günü axşam itinizi gəzdirmək istəyirəm. Əvəzində mənə nə qədər ödəyərsiniz? İnanın ki, heç kim sizə nəsə yox ödəmərəm falan belə şey deməyəcək. O əslində buna gülümsəyəcək, xoşu gələcək və deyəcək ki, nə istəyirsən ödəyərik falan da belə və bir qiymət təyin edərsiniz, bundan yavaş-yavaş məşğul olarsınız. Hədəfiniz pul qazanmaq deyil onsuz. Hədəfiniz sizə pulun ödənildiyini görməkdir ki, arxayın olasınız ki, mən nəsə problemi həll edə bildim. Başa düşdünüz oradakı fərqi? Düşdüm müəllim, çox sağ ol. Xoşdur. Nuray xanım, Nuray Cavadzadə. Siz bayaq vurğuladınız ki, sahibkarlıq düşüncəsi də çox önəmli bir faktordur burada. Bəs mənim fikrimcə sahibkarlıq düşüncəsi hər kəsdə uşaq vaxtından olunur. Məncə bu inkişaf olunmalı bir şeydir. Sizcə bu necə inkişaf etdirə bilərik? Siz valideynsiniz yoxsa şagird? Şagirdəm. Onu inkişaf elətdirmək üçün bayaq danışdığımız kimi biz birinci başa düşməliyik ki, bax sahibkarlıq nədir də? Bizim ümumi yanaşmamız oldu ki, sahibkarlıq hansısa problemi həll etməkdir, çox qısa deyəndə. Hansısa bir qrup insan görür problemi var, o problem üçün həll axtarırıq, həlli yaradırıq, gəlirik təklif edib ödəniş almağa çalışırıq, pul qazanmağa çalışırıq. Bu prosesin özü harda başlayır sahibkarlıq düşüncəsinə çevrilməyə? Orada başlayır ki, sizin beyniniz arxa planda heç siz bunu aktiv də eləməsəniz, problem axtarır. Nə mənada? Məsələn, görürsünüz ki, adicə 2 nəfər danışırlar, nədənsə şikayətlənirlər, nəsə görürlər ki, nəsə bir iş görürlər də, ya çox pul xərcləməli olurlar, deyirlər bu niyə belədir də, bunu daha yaxşı eləməyin yolu olmalıdır, ya çox vaxtları gedir, nəsə bir qeyri-effektivlik var da. Siz onu tutsanız ki, hə, bax burada nəsə problem var, mən bunu görəsən necə həll edə bilirəm. Bu artıq sahibkarlıq düşüncəsidir. Bunun tərsi odur ki, əgər sahibkarlıq düşüncəsi yoxdursa, siz də geb olaraq qoşulub başlayırsınız şikayətlənməyə. Hə, doğrudan elədir, mən də zəhləm gedir falan şeydən, onu eləyənə kimi bu qədər vaxtım gedir, bu qədər pul gedir, amma eləyə bilmirəm ya da pis olur. Yəni hansısa bir məsələn marketdəki məhsuldur, alırsınız, dadı mı xoşunuza gəlmir, istədiyiniz kimisi yoxdurmu marketdə? Fikirləşin ki, yaxşısını necə düzəldə bilərik. Məsələ bundan ibarətdir ki, hansısa problem görəndə şikayətlənməmək, əksinə şikayətlənənlərlə danışıb həll fikirləşmək. Ki, okey, burada probleminiz var, gəlin danışaq, bunu necə həll eləmək olar, nə fikirləşsən, bəs sən olsan necə eləyərdin, bəs yaxşı bu necə olar, onda bunu olar, bunu olar. Danışa-danışa, problemin kökünə enə-enə, axırda bir həll tapırıq və deyirik ki, hə, bax onda bəlkə belə bir şey düzəldək ki, belə olsa belə olar və hamıya deyək ki, sərfərli bir şey çıxar. Bunu eləyəndə artıq o deməkdir ki, bizim sahibkarlıq düşüncəmiz formalaşıb. Okey? Anladım, çox sağ olun. Xoşdur. Rəna xanım Həsənova, Rəna, sizin də əliniz. Salam müəllim, necəsiz? Salam, Mənim çox. bir sualım var da, bu sualım yenə sahibkarlığa necə başlamaq lazımdır? Addım olaraq, ilk addım olaraq. Yəni satış deyil də belə platforma kimi. Platforma kimi nə nəzərdə tutursun yəni? Məsələn, belə mənim fikrim var da, yəni illərdir bu fikri üstündəyəm də, yəni inkişaf etdirirəm özümüzdə bu mövzu ilə bağlı. Məsələn, deyək ki, bu köhnə nostalji şirniyyatlar var, keçmiş zamanlarda. Mən onun reseptlərini sadəcə bizim ölkədə deyil də, daxil olmaqla, xaricdəki insanlar, şeflərin rahatlıqla reseptlərini paylaşa biləcəkləri platforma yaratmaq istəyirəm də, illərdir bunun üstündə işləyirəm, amma hansı addımlar ata bilərəm, onu bilmirəm. Sizin neçə yaşınız var? 27. İllərdir bunun üstündə işləyirəm və hansı yolla Bəs orada necə getməliyəm planlaşdırırsınız? platforma üstündən. Yəni hər üyə başına, deyək ki, hər giriş başına, hər qeydiyyat başına. Sizin okey, burada nə etmək lazımdır? Bax, siz deyək ki,
hansısa bir kütlə tapmısınız ki, onlar doğrudan da reseptlər axtarırlar da. Reseptlər axtaran kütlə ilə birinci danışmaq lazımdır. Başa düşməlisiniz ki, o kütlə kimdir? Demoqrafik olaraq, məsələn, neçə yaşında insanlardır, maraq olaraq nə tip insanlardır, sonra coğrafi olaraq harda olurlar onlar, şəhər zonalarında yaşayırlar, rayonlarda mı yaşayan insanlardır və s. və yaxud da hansı ölkədə adətən olur bu adamlar. Onlarla danışmaq lazımdır ki, belə sizdə məsələn belə bir şey axtarırsınız, o da deyir, hə, tamam, bax, buradan gözləntisi nədir, onu öyrənməlisiniz, niyə axtarır, hansı sıxlıqla axtarır və bəlkə də soruşa bilərsiniz ki, belə bir platforma olsa, orada məsələn, hər resepti öyrənmək üçün nəsə ödəniş edərsinizmi və s. və s. Bəlkə platformanı pulsuz eləyə bilərsiniz, amma deyək ki, reseptdə 2-3 dənə nəsə bir məqamı izah eləməzsiniz, onu görmək üçün pul alarsınız. İndi bu biznes modellər fərqlidir hər bir halda. Hər cür insanlardan pul almaq olur. Sadəcə siz onlardan soruşmalısınız ki, onlar nə qədər ödəməyə və hansı formada ödəməyə hazırdılar. Bunların hamısı ümumi baxsaq, müştəri ilə danışanda üzə çıxan məqamlardır. Heç vaxt biz biznesdə özümüz müştəri yerinə qərar verə bilmərik ki, o nə qədər ödəməyə hazırdır və hansı formada. Bir də alternativlərini öyrənin. Çünki dediyiniz ideyanın xeyli alternativi olduğunu mən də bilirəm. Hətta süni zəkada da belə şeylər var. Hətta belə bir süni intellekt platforma var idi. Siz ona soyuducudakı məhsulları deyirdiniz ki, məndə bu dəqiqə bunlar var evdə. O həmin ingrediyentlərdən hazırlana biləcək yeməklərin reseptlərini verir və bunu eləyəndə pulsuz eləyirlər. Adətən belə veb-saytlar trafikdən reklam pulu qazanmaqla işləyirlər. İstifadəçilərə tam pulsuz olurlar. Amma başqa pul qazanmaq yolları da varsa, onları da gələk rəqiblər araşdırıb başa düşəsiniz ki, başqa necə mümkündür bax bu işdən pul qazanmaq. Və bu bütün bizneslər üçün belədir, keçərlidir. Proses aşağı yuxarı bu cür davam edir. Mən vegan bir də vegetarian üzərindən götürmək istəyirəm də, yəni bu vegetarian da gluten həssaslığı olan insanlar. Onları nəzərdə görün başqa rəqibləriniz necə eləyir, plus müştərilərlə danışın. Onlar sizə hamısının cavabını verəcək. Yəni əslində bunun cavabını nə siz, nə də mən verə bilmərəm. Burada sadəcə Instagram üstündən, TikTok üstündən suallar verirəm ki, auditoriyalar tuta bilin də. Yox, birə-bir görüşün. Belə yəni çevrəmdəki insanlardan. Çevrədən qaçın adətən, çünki onlar sizin xətrinizə dəyməmək üçün biraz müsbət cavablar verə bilirlər adətən. Lazım deyil. Yəni tanımadığım insanlarla. Tanımadığın insanla danışmaq daha yaxşıdır. Çünki o əgər fikirləşirsə ki, lazımsız platformada sizə açıq deyəcək ki, boş bir şeydir. Bu da sizin üçün uğurdur. Çünki başa düşürsünüz bir şeyə resurs, vaxt, pul xərcləməzdən əvvəl başa düşürsünüz ki, bu lazımsız məhsuldur və əvvəldən elə ona heç bir vaxt itirmirsiniz. Çox sağ olun, Hüseyn bəy. Mən təşəkkür edirəm. Sualı biraz mən təkmilləşdirmək istəyirəm, üzrü sayın, sözünüzü kəsirəm. Demək olar ki, yarım ildir dropshipping edirəm Shopify-da. Ancaq bəzi hallarda əlverişsiz olur da. Məsələn, yeni başlayan biri üçün hansı platforma, məsələn, Amazon FBA, Shopify və ya başqa fərqli bir hissədə hansı hallarda əlverişli ola bilər? Hansı halda başlasaq daha risksiz, az risklə və daha səmərəli istifadə olar? Bu biraz daha belə e-ticarətə fokuslu sualdır deyə. Mən buna cavab verə bilməyəcəm. Mən e-ticarət mütəxəssisi deyiləm də. Amma bunları sadəcə test edib bilə bilərsiniz ya da bizim ölkədə də var kifayət qədər yaxşı e-ticarət mütəxəssisləri. Onları tapıb, onlarla bir məsləhətləşə bilərsiniz ki, mən bu işlə məşğulam, bax indiyə kimi bunları eləmişəm, bu qədər nəsə satmışam və s. Amma daha effektiv yollar axtarıram və onlardan məsləhətləşib nəsə bəlkə cavab taparsınız. Mənim cavab verməm düz olmaz. Hoşdur. İnci xanım sinərinizi görürəm. Salam. Deməli mənim və burada hal-hazırda qrupda olan dostlarımla birlikdə biz İlim Bakı mərkəzində sahibkarlıq həftəsində bir layihə qurmuşduq və bu layihəni genişləndirərək ikinci yerə layiq görülmüşdük. Sonra isə artıq ikinci dəfə sahibkarlıq həftəsi keçirilən zaman bu zamansa yeni sahibkarların mentorları olmuşduq. Yəni onlara
həmin bir il öncəki, yəni fəaliyyətimizlə bağlı məlumat və onlara belə deyə bilərəm, müəyyən yön göstərmişdik. Və hal-hazırda artıq 2 ildir fəaliyyət göstərən bir şirniyyat brendimiz var. Və bununla bağlı hal-hazırda səhifəmizin müəyyən sosial şəbəkələri və s. var. Və hal-hazırda düşündüyüm şey budur ki, Unicake-in rəqəmsal marketinq sahəsində nə kimi yeniliklər effektiv ola bilər, yəni nə kimi yeniliklər əlavə edə bilərik? Amma bu da marketinq sualıdır. Məncə mövzumuzdan biraz kənara çıxır. Mən də əslində backgroundda marketoloqam, amma belə suallara birbaşa cavab vermək professional deyil. Bunları sadəcə yoxlamaq lazımdır. Marketinqdə heç bir şeyin dəqiq cavabı yoxdur ki, bunu belə eləmək lazımdır. Ən yaxşısı büdcə nədirsə, büdcə nə qədər əl verirsə testlər eləmək, müxtəlif platformaları yoxlamaq, müxtəlif kontent formatını və s. və baxmaqdır ki, bizim kütlə hansı kontentə, hansı platformadan daha yaxşı geri dönüş edir. Görürsünüzsə ki, məsələn, Instagrama $100 xərcləyəndə geri dönüş məsələn $300 qazanırsınız. Amma məsələn həmin pulu atıram indi Facebooka, nəsə başqa platformaya xərcləyəndə $400 qazanırsınız. Yəni onda məsələn pulu bölə bilərsiniz. Yarı-yarı yox, biraz bu 400 qazandığınız platformaya artıq salıb. Çünki oradan daha çox qazanırsınız. Məsələn 60-ın 40-a, 65-in 35-ə kimi. Biraz gəlirlər artıqca hər birinin büdcəsini artırırsınız. Ümumi proses budur. Bunu istənilən biznesə ömrünüz boyu tətbiq edə bilərsiniz. Bir növ yoxlayırsınız ki, ən yaxşı performans hansı platformadadır, ən yaxşı format hansıdır. Format deyəndə məsələn şəkilmi paylaşanda sizin izləyicilər daha yaxşı geri dönüş edir, yoxsa videomu paylaşanda daha yaxşı geri dönüş edir. Bunları başa düşəndən sonra artıq bunu sabah istəyər bu biznesiniz olmasın, başqa biznes olsun, eyni prosesdən hamısına cavab tapa bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm. Xoşdur. Məleykə Əsədzadə, sizin sualınızı eşitdim zəhmət. Salam müəllim. Biz faza 3-də komandalara bölünəcəyik. Sualım bundan ibarət idi ki, komanda seçərkən nələrə diqqət eləməli? Yəni ideal startup komandası necə olmalıdır? Əla sual əslində. Biz məsələn bir startupa başlayırıqsa, əgər komanda deyəndə burada həm təsisçilərdən söhbət gedirsə, əsas qızıl qayda odur ki, həm təsisçilərin rolları əvvəldən təyin olmalıdır. Məsələn, eyni skill set deyirik də ona, bacarıqlara sahib insanlar həm təsisçi olmamalıdır. Yəni, mən də əgər təkcə biznesdən bilirəmsə, qarşıdakı adam da biznes bilirsə, bizim həm təsisçi olmağın mənası yoxdur. Mən məsələn, texniki tərəfi bilməliyəm, kod yazmağı, məsələn, o tərəfi mən eləməliyəm, məsələn, development-ı. O biri həm təsisçim deyək ki, biznes üçün yaxşı olmalıdır. Bu biri də ola bilər ki, məsələn, marketinqi yaxşı bilir. İndi birimiz CEO oluruq, birimiz CTO, birimiz CMO. Bu formada daha balanslı komanda olur deyə hərənin də rolu təyin olub və hərə öz işini görür. Əks halda nə baş verə bilər? Məsələn, mən də biznes bilirəm, o biri də biz eyni prosesə qərarlar qəbul edirik deyə və həcm, kapasitə budur da, mən də bunu bilirəm o da. Başlayacaq bir yerdən sonra fikir ayrılıqları, nə bilim, müzakirələr, münaqişələr o sağlam komanda olmur. Həm də biznesə 2 CEO lazım deyil və yaxud da 2 dənə eyni texniki işi bilən adam lazım deyil. İkisi də kod yazacaq, gedib biznesi satış eləmək qalacaq qıraqda. Buna diqqət eləsəniz, əslində kifayət qədər yaxşıdır. Digər məqamlar da var. Google-dan axtarsanız bunun böyük bir listini görə bilərsiniz. Burada mənim diqqət etdiyim digər bir məqam isə düşüncə tərzlərinin eyni olmağıdır. Çünki bəzi adamlar fərqli cür yanaşır biznesə, daha deyək ki, biri ola bilər biraz daha yavaş hərəkət eləməyin tərəfdarıdır, biri çox sürətlə inkişafın. Biri nə bilim fərqli cür qərarlar qəbul edir, komanda haqqında, iş proseslər haqqında, o biri tamam başqa cür. Bu insanların bir yerdə işləməyi yaxşı deyil. Çünki istər-istəməz hardasa sözlər toqquşur. Ona görə ən yaxşısı fərqli bacarıqlara sahib və eyni təbiətə sahib insanların bir yerdə işləməyidir. Mən bunu belə fikirləşirəm. Çox sağ olun, baya düşdü. Hoşdur. Zərif xanım. Zərif xanım eşidirsən? Salam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Mənim sualım sizə sahibkarlıqla bağlı kitablar olacaqdır. Nələr önərə bilərsiniz bizə? Mən sahibkarlıqla bağlı həmişə kitab yox,
videolar tövsiyə edirəm. Xüsusilə məsələn Y Combinator var. Məsələn, əgər startup yönümlüsünüzsə və yaxud da deyək texnoloji bizneslər yönümlüsünüzsə, mən indi adını burada yazdım. Məsələn, Y Combinator bu dünyanın bir nömrəli akselerasiya mərkəzidir. Onlardan YouTube kanalı var və çox yaxşı deməli videolara, mövzulara toxunurlar. Məsələn, onlara baxa bilərsiniz. Biznes haqqında kitabları, onsuz da belə müəyyən kitablar var. Amma mən sizə tövsiyə eləyəcək bir kitab bilmirəm. Çünki əksəriyyəti biraz daha irəli yaşlarda oxuyanda daha effektiv olan şeylərdir deyə. Sizə hal-hazırda nə tövsiyə edirəm ki, özünüzün içində olduğunuz prosesləri həll etməkdən ötürü sizə lazım məlumatı ötürən videolardır, kitablardır. Bunları tapdıqca elə oxuyun hələ ki. Məsələn, hansı X biznesə başlamaq istəyirsiniz, bilmirsiniz ki, məsələn, ideyanı necə formalaşdırmaq lazımdır. Məsələn, müştəri ilə necə intervyu edeyim, necə tam başa düşüm ki, bu adama mən nə düzəltməliyəm ki, o alsın. Və yaxud da qiyməti necə təyin etmək lazımdır məhsula. Bax, düzəltdik məhsulu, bunu neçəyə satsaq yaxşıdır. Bunun hamısının metodları var və proses öyrənmək ən sağlamı olar bu yaşda. Ki, hansısa sual qabağınıza çıxdı, bilmirsiniz burada nə etmək lazımdır. Ya bir mentorunuz olur, ondan soruşursunuz, ya da məsələn, belə videolarla axtarıb tapırsınız. Mentorla olanda o demək deyil ki, hər sualı elə birbaşa mentora vermək, o da düzgün deyil. Amma məsələn, araşdıra bilərsiniz, heç cür cavab tapmadığınız hallarda, məsələn, mentordan soruşa bilərsiniz ki, biz falan şeyə axtarırıq, belə bir problemimiz var. Bu mənbələri oxumuşuq, amma yenə də bax, belə xırda bir sualımıza ona heç cür cavab tapmırıq. O da onun cavabını verər sizə. Bax, bu formada olanda Rəşad Ağayev, sizin sualınızı eşidim. Salam, mən adım Rəşad Ağayev deyib, atamın telefonundan qoşulduğum üçün evədir. Əsl adım Mirağa Ağazadədir. Salam Mirağa. Sizin sualım oradadır ki, bayaq dediniz ki, məktəbə fərqli məhsullar gətirib, satıb öz pulumuzu qazana bilərik. Şagirdlər bilirsiniz. Amma məktəb şagird davranış qaydalarına əsasən məktəbə alqı-satqı əşyalarını gətirmək qadağandır. Sizin fikrinizdə biz bu alqı-satqı əşyalarını, məhsulları gizlin gətirib, gizlin satsaq, bizim üçün xeyirlidir, yoxsa ziyandır? Mən öz səmimi fikrimi deyim. Məsələn, mən bilsəm ki, oğlum belə bir şeyə görə tutulub, nəsə ona deyiblər ki, olmaz belə bir şey edib. Mən sevinərəm. Ən azından belə bir şey görüb, problem görüb, həll edib, nəsə bir şey edib, özü üçün qərar qəbul edib və nəsə. Bundan ötürü danlaq eşitməyə mənə çox maraqlı olmaz bir valideyn kimi. Ən azından sizin öyrənmə prosesiniz gedib də, orada pis iş görməmisiniz, pis nəsə satmamısınız da, deyək ki. Nə satdığınızdan asılıdır. Məsələn, gedib orada belə maraqlı qəşəng qələmlər satmısınız uşaqlara, yəni maraqlı dəftərlər falan. Bu heç kimi incitməz və bunu justify eləmək olur da, belə deyə, bəraət qazandırmaq olur hardasa. Əsas odur, pis nəsə satmayın. Bir tərəfdən də əgər belə məktəb daxildə belə bir şey icazə vermirsə, uşaqlara deyə bilərsiniz, uşaqlar, məndə belə bir şey var, məsələn, deyək ki, nəsə bir peçeni istəyirlər falan bəhmən. Amma mən istəyirsinizsə, səhər məsələn, məktəbə girməzdən əvvəl ya axşam dərsdən çıxanda mən sizə orada məktəbin çölündə verə bilərəm. Çünki məktəb adətən məktəb daxili, bina daxilində keçir qaydaları və kənarda bunu hətta məktəbin qabağında da eləsəniz, bir nəsə deyə bilməzlər. Və əsas burada fokuslanın ki, burada nə məsələ var? Sizin indi yaşınız azdır ya, böyüyəndə şey də var da, əslində diqqət eləməlisiniz ki, fərd kimi necə böyüyürsünüz. Ona da diqqət eləyin ki, yaxşı işlər görün də. Məsələn, kimsə sabah desə ki, niyə dostlarına qələm satırsan? Yəni, fəxrlə deyə bilərsiniz ki, onların, məsələn, bufetdə yaxşı yoxdur qırmızı qələminiz. Mən də gördüm yoxdur, uşaqlar hamımıza lazım olur. Mən də getdim, məsələn, bizim həyətdə var idi yaxşı qələm satan yer. Oradan almışam və gətirib onlara verirəm də. Məsələn, o alıram 1 manata, oradan gətirməyim falan, buradan 1.50-yə satıram, məsələn, deyim, 5 manata satmıram ki və heç kimə zərər eləmirəm ki. Özüm üçün prosto bir öyrənməyə çalışıram sahibkarlığı, bunu train edirəm, özümdə məşq edirəm. Yəni, onsuz da sizin bu yaşda hədəfiniz o deyil ki, orada çoxlu pul qazanırsınız. Hədəfiniz odur ki, problem tapıb onu həll edə bilərsiniz və həll elədiyinizdən əmin olasınız deyə orada bir pulu görmək istəyirsiniz ki, görüm ki, kimsə mənə oradan nəsə verdi pul.
və mən baxım ki, hə, deməli mən kimisə nəsə problemini həll eləmişəm. Okay? Amma dediyim kimi, yəni, özünüzə problem yaratmayın. Əgər görsəniz ki, belə-belə və yaxud da müəlliminizə deyə bilərsiniz ki, müəllim, valideyninizdən xahiş edə bilərsiniz, müəllimlə danışsın ki, o deyə bilər ki, mənim oğlum belə bir şey məşq edir özündə və istəyir yoxlasın ki, məsələn, öz sinif yoldaşlarına məsələn, bu qırmızı qələmləri təklif etsə alarlarmı və alsa o satsın istəyirəm və icazə verin, bunu eləsin, ona görə bunu danlamayın, yəni nəsə həvəsini qırmayın. O da müəllim böyük ehtimal indi bunu sizinlə, onun və valideynin nəzarət altında olduğunu görəndə və görür ki, qələmdir, burada nəsə kritik nəsə yoxdur, deyəcəklər, okey, qoy eləsin. Siz də artıq daha rahat, məsələn, o istədiyiniz əşyaları dostlarınızla paylaşarsınız. Oldu, sağ ol. Xoşdur, uğurlar. Məryəm, sizin sualı işləyək. Məryəm, burada deyil, yəqin. Nərgiz Vəli, eşidirsiniz? Startapların ilk mərhələlərdə buraxdığı ən böyük səhvlər hansılardır və onlardan necə qaçmaq olar? Yaşınız neçədir? 13. Startaplarda əslində startapların ən çox uğursuz olmaq səbəblərinin statistik belə məlumatı var və siz onu Google-da elə araşdırsanız, bunlar çıxacaq. Ən böyük səbəb, səhv xatırlamıramsa, hətta indi Google eləyib baxa da bilərik. Orada müxtəlif səbəblər var. Məsələn, həm təsislərin arasında anlaşmazlıq var, maliyyə çatışmazlığı var. Ən böyük səbəb odur ki, bazarda tələb yoxdur. Səhv xatırlamıramsa, hətta 42% ona görə dayanır. Bu nədir? Məsələn, siz hansısa bir məhsul düzəldirsiniz. Ümid edirsiniz ki, bu belə bir şey düzəltsək əla alınar. Amma reallıq odur ki, bazarda buna tələb yoxdur. Yəni insanlar bunu tələb eləmir. Və bir şey istəyən yoxdur. Düzəldirsiniz, aparırsınız, çıxardırsınız insan içinə, reklam falan, cəmaatla soruşursunuz, görürsünüz, heç kim istəmir. Ən böyük problem budur. Onun həll yolu odur ki, müştərilərlə danışmaq lazımdır və onların istəklərini, problemlərini dərin öyrənəndən sonra məhsul düzəltmək lazımdır. Digər problemlərini də üstündən keçin hər dəfə startup başlayanda və proses boyu. Bir növ ən azından özünüzü qorumuş olarsa deyək, gözünüzün qabağında olar potensial risklər. Bir növ ehtiyat edərsiniz ki, bax bunu eləməyək, bunu buradan ehtiyatlı olaq və s. Amma bunun belə bir şey yoxdur ki, eyni bir özünüzü gözlədiyiniz problem başınıza gəlməz. Hər an hər şey ola bilər, biraz biznes elədir ki, orada uğursuz olmaq onsa gözləntidir. Yəni gözləyirsiniz ki, yəqin ki, uğursuz olacaq, amma əlinizdən gələni edirsiniz ki, uğurlu olsun. İlk 1-2 startapda da çalışın, prosesi öyrənməyə çalışın. Orada çox fokusunuz olmasın ki, bunu əla startup ilə multimilyonluq bir şey olsun. Orada başa düşün ki, onsuz da səhvləriniz olacaq. Sadəcə çalışın, mümkün qədər az səhv buraxın. Əvvəldən oxuyun ki, nələr ola bilər. Hər prosesi öyrənin, sonra eləyin. Çünki az bilmək də problemdir. Bilə-bilə nələrsə eləyəndə daha yaxşı eləyirik. Nəinki xəbərsiz bilmirik ki, məsələn, müştərinə necə danışmaq lazımdır, qiymət necə təyin etmək lazımdır, bəlkə məsələ. Əlbəttə səhvlər buraxacaq. Mən sizə ümumi belə cavab verə bilərəm. Təşəkkürlər. Xoşdur. Ülviyə xanım, gəlin son 3 sualı da verək. Ülviyə, Məryəm, Avtandil Rəhmanov. Sizin sualları eşidək və yekunlaşdıraq. Sualım belə idi ki, yatırımçılara startapımızı təqdim edərkən diqqət etməli olduğumuz əsas məqamlar, nöqtələr hansılardır? Bu çox böyük sualdır əslində. Bunu mən dərsdə bir sessiya boyu izah edirəm. Bununla bağlı yenə də Y Combinator'ın çox yaxşı videoları var əslində və YouTube'da başqa kanallarda da. Onlara mütləq baxın. Əsas məsələ, siz pitch deck hazırlamağı öyrənsəniz, məsələn, pitch deck'in bütün səhifələri, orada harca 12 səhifə olur, indi baxırsın yanaşmazdan. O, bir növ investorla təsislər arasında bir dildir və investorun gözlədiyi sualları hər bir slayd orada qarşılayır. Pitch deck sözünü istəyirsiniz, buraya yazın, axtarmanız rahat olsun. Biz, məsələn, orada hazırlayanda adətən struktur belə olur da, hansı problemi həll edirik, həllimiz nədir,
bazarın ölçüsü nədir? Sonra orada traction var. Məsələn, indiyə kimi nəsə bir pullar qazanmışıqmı, nəsə eləmişikmi, bir partnyorluqlar qurmuşuqmu və s. Biz bir növ orada çalışırıq investora izah edək ki, hansı problemi həll edirik? Problemin həlli nədir? Problem nə qədər böyükdür bazar ölçüsü pul olaraq ki, bu problem üçün insanlar hər il nə qədər pul xərcləyirlər və problem nə qədər urgentdir, təcilidir. Çünki bəzi problemlər var ki, yanan problemlərdir. Onu bu dəqiqə insanlar belə bazarda həll olsa ona bu dəqiqə pul ödəməyə hazırdılar. Bəzi problemlər də olur ki, ona yola verə bilirlər də, nəsə alternativ yollarla həll eləmək olur. Onlara məsələn olur ki, müştəri görür ki, hə, yaxşı həldir, amma mənə bu dəqiqə lazım deyil bu. Yəni necəsə həll edirəm onsuz işimi. Bu hallar var. Bunların hamısını investorla danışırıq. İnvestor öz suallarını verir. İndiyə kimi nələr olunub, uğurlarınız falan. Onun əsasında bir qərar qəbul edib investisiya eləyə bilir. Amma belə məsələ var ki, burada yəni 100 dənə point var. Mən bir hamısını danışa bilməyəcəm da təəssüf. Sizin aşağı yaşlarda bilməm nə qədər rahat olacaq investisiya qəbul etməyiniz. Amma əgər pul qazana bilsəniz, yaş faktor deyil. Pul qazana bilmirsə startup, böyük ehtimal investor tapmayacaqsınız. Xüsusilə bizim regionda, inkişaf etməkdə olan ölkələrin heç birində. Yəni, yaxşı olar ki, necəsə bir yolunu tapın, biznes pul qazansın. Ayda, burada da biraz iri məbləğdə söhbət gedir. Ayda ən azından təkrarlanan 300-400 dollar qazana bilsəniz, onda investor artıq maraqlı olacaq ki, baxmayacaq, gənc komandadır. Əsas odur, nəsə ediblər və pul gəlir də, onlara maraqlı olan odur. Alınırsa, pul qazanılırsa, bitdi. Amma pul yoxdursa, ümumiyyətlə nə qədər yaxşı ideya da olsun, pul əlavə ekstra investisiya tapa bilməyəcəksiniz. Bunun reallığını əvvəldən başa düşün, gözləntinizi çox yüksək tutmayın ki, hamının danışan kimi pul tapılacaq. Hələ pul qazanan bir startup belə 100-200 investorla danışır ki, bəlkə onun ikisi-üçü maraq göstərər, nəsə investisiya eləmək istəyər. Ona görə o proses çox ağır proses olur. Ümid edirəm, ümumi bir təsəvvür formalaşdıra bildim və inanıram ki, pitch deckə baxsanız, onu öyrənsəniz, plus YouTube-da müəyyən videolara baxsanız, investment haqqında sizdə əla təsəvvür formalaşacaq ki, investisiya o proses necə olur və nələri olmalıdır, nələri edib sonra investorla danışmağa başlaya bilərsiniz. Oldu, sağ olun. Təşəkkürlər. Son bir sual da alaq. Avtandil Rəhmanov bayaqdan əli havadadır. Salam. Salam. Bayaq siz problemlərdən danışdınız ki, problemi həll etmək lazımdır. Mənim ətrafımda gördüyüm ən böyük problem bu idi ki, misal üçün, mən özüm hal-hazırda belə deyim, çox belə təhsili güclü olan məktəbdə oxumuram, kənd məktəbində oxuyuram və ətrafımda çox potensiallı şagirdlər görürəm, hansı ki, onlar beynəlxalq dərəcədə, yəni ki, beynəlxalqa çıxmalılardır, çox potensiallıdırlar, çox zəkalıdırlar. Lakin onların, belə deyim də, onları kəşf edən yoxdur deyənə, potensialları itir, çox şagird gördüm belə ətrafımda. Bu məni həqiqətən də çox məyus etdi. Bu onlardan biri də mən idim ki, mən də yəni belə deyim, xəbərim yox idi heç nədən. Çünki bizdə Wi-Fi falan heç bir şey olmuyor. Və özümü inkişaf elətdirə bilməmişdim. Fikrim də budur ki, mən elə bir startup yaradım ki, həmin o gəncləri tapım, kəşf edim və o gəncləri inkişaf elətdirim. Və düşünürəm ki, həmin gənclər dünyaya çox böyük xeyir gətirə bilərlər. Sualım budur ki, mən həmin startupı necə inkişaf elətdirə bilərəm? Məsəl üçün, Azərbaycanda necə eləyə bilərəm ki, tanınsın? Əslində, əla sualdır və çox ciddi problemdir. Burada ümumiyyətlə startuplarla biz məşğul olanda bu biznesdir və biz çalışırıq ki, baxaq ki, burada nə problem həll edirik və necə pul qazana bilərik də. Amma bu biraz xüsusi haldır. Bu inanıram ki, biraz üstündən biznes qurulası situasiya deyil, daha çox sosial sahibkarlıq olmalıdır ya. Ya da ki, bir sosial problemdir deyə bunu bəlkə hansısa bir qeyri bu non-profit organization Azərbaycan qeyri-hökumət təşkilatı. Yox, qeyri-hökumət yox, non-profit. NGO-lar. NGO-lar non-government də
Yəni bəzi təşkilatlar olur. Onlar məsələn gəlir qazanmağa fokuslu deyirlər də, hansısa Xeyriyyəçilik məqsədi ilə. yəni sosial bir işi həll etməyə çalışırlar, bir missiyanla və yaxud da NGO-larda da əslində bunlar var. Məsələn, bəlkə də kiçik qızlara, məsələn mən bilirəm ki, bilmirəm məktəbli qızların xaricdə oxumağı üçün falan belə şeylər görmüşəm, proqramlar hansı ki, onların təhsilatlarını qarşılayırlar falan bəhmən. Gərək belə şeyləri bəlkə bir yerə toplayan bir platforma hazırlamaq olar. Hansı ki, platforma özü də tam ödənişsiz olar. Məsələn, deyək ki, həmin o yoldaşlar qeydiyyatdan keçərlər, oradakı opsiyaları görərlər və onlara uyğun proqramları, məsələn, şəhər dairəsidirsə deyək, imkanı yoxdur falan, orada ona uyğun opsiyaları görər, fürsətləri və yaxud da deyək ki, sadəcə imkansız ailədir, onlara kömək olası deyək ki, proqramları görər. Oradan siz məsələn müəyyən qurumlarla danışa bilərsiniz. Deyə bilərsiniz ki, mən sadə bir sayt hazırlamaq istəyirik biz və pul qazanmaq fikrimiz yoxdur. Sadəcə listingdir. Sıralayırıq ki, məsələn filan qurumun filan proqramı var, filan qurumun filan təqaüd proqramı var, nəsə və onları ən azından məlumatlandıra bilərsiniz də o uşaqları ki, bax belə şeylər var, gedin, müraciət edin, bəlkə nəsə keçə bilərsiniz və fürsətdən faydalana bilərsiniz. Bir də bəlkə ola bilər ki, hansısa bir xeyriyyətçiləri ətrafınızda toplaya bilərsiniz ki, müəyyən şirkətlərlə danışa bilərsiniz ki, onlar sizə nəsə donation eləsinlər, pul yardımı və yaxud da multimilyonerlərdir deyək, ya holdinglərdir, onlar hansısa yəni 3-5 tələbənin deyək ki, illik təhsil haqqını ödəyir, nə bilim, nəsə belə hallar və yaxud da məktəbinizə hansısa bir maddi dəstək göstərirlər, nə bilim, smartboardlar alırlar, Wi-Fi-lar alırlar, nə bilim, kompüterlər alırlar və s. Bax, bu maraqlı olar. Ya fikirləşməlisiniz bunu biznes kimi, onda fikirləşməlisiniz ki, burada necə pul qazanacaqsınız, ya da bunu yəni non-profit eləyib, yəni qazanca fokuslanmamış formada eləyib. Məsələn, donation cəlb eləyəndə, deyək ki, oradan məsələn 1%, 2% də özünüzün xərclərinizi qarşılamaq üçün bir saxlaya bilərsiniz. Çünki istərsəməz belə platformanız olanda sizdə bir developer olacaq, ona bir pul verməlisiniz ki, bu şeyləri eləsin, nə bilim, ora-bura gedəcəksiniz, gələcəksiniz, bir adam bəlkə olmalıdır ki, yəni hər bir halda bir yol pulu falan xərcləriniz olur da bir qurum kimi. Bəlkə belə bir şey edə bilərsiniz. Yəni, araşdırın, məncə çox maraqlı, əla platformalar. İndi mən özümdən dedim, ağlıma gələn şeyləri, bəlkə də araşdırsam, yaxşı şeylər də var. Bəli, çox sağ olun. Bir də belə bir şey, belə dediniz xərc falan. Belə bir şey fikirləşirdim ki, misal üçün həmin şagirdlərə, tutaq ki, birinin kimyaya marağı varsa, həmin şagirdə tutaq ki, beynəlxalq dərəcəyə çıxartmaq istəyirik də. Misal üçün, müəyyən bir vəsaitlər göndərər ki, siz bu vəsaitləri oxu və gəl bizim imtahandan keç, yığdığı bala görə biz həmin dərslərimizdə ödənişləri edə bilərik də, yəni 100% yığsa, misal üçün təmənnasız və yaxud 90% yığsa müəyyən endirimlər edərik. Hə, bunlar adətən belə təqaüdlərdə olur, belə şeylər. Məsələn, hansısa bir şirkət sizə deyə bilər ki, mənim belə bir təqaüdüm var, amma nə bilim, bu testdən keçsin. Məsələn, Teknest var idi. Deyəsən, İRIA onu eləyirdi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi. Orada bir imtahan verirdilər insanlar və yığdığı bala görə təqaüd alırdı, ona uyğun da bir kursa başlaya bilirdilər. Yəni, bu artıq kursların, təqaüdlərin, bu proqramların bir şərtidir də. Yəni, bunu siz tənzimləməsəniz belə, hər proqramın öz şərti var. Elə proqram olacaq ki, deyəcək, biz şərt falan kəsmirik, hamı müraciət edə bilər. Biz aralarından, məsələn, deyib, maraqlanacaq falan, ən ehtiyacı olan 10 nəfəri seçəcəyik falan. Yəni, bu şərtlər məncə sizin düşünməli olduğunuz tərəf deyil. Daha çox, indi həmin o proqramlar bunu onsa sizə tələb kimi qoyacaqlar. Bir də dediyim kimi, ola bilər özünüz də bir nöqtədən sonra sərbəst belə donationlar cəlb edə bilərsiniz, bir müəyyən bağışlar. O pulla necə idarə eləmək, orada fikirləşə bilərsiniz ki, bəlkə həmin adamların ailələrinə gedək ziyarətə, nə bilim, məktəbdəki performansından tanış olaq, falan bəhmən və qərarlar qəbul edək. Çünki bunun özü böyük məsuliyyətdir. Kimə nə qədər pulu siz deyək ki, verirsiniz, dəstək olursunuz, hara nələr
xərcləyirsiniz ki, bunun hesabatını da verirsiniz. Amma belə, yəni əla ideyadır. Mən inanıram ki, cəmiyyətin inkişafı üçün ən azından çox yaxşı fikirlərdir. Mütləq bunu araşdırın. Ətrafınızdakı insanlardan, valideynləriniz, müəllimləriniz. Mən məsələn məlumatım yoxdur, heyf yoxsa sizi heç olmasa bir neçə nəfərə yönləndirmək istərdim. Onları tapın, müəyyən qurumları tapın, hansı ki bilirsiniz ki, onların nəsə təqaüdləri falan var. Gedin danışın ki, belə bir şey eləmək istəyirəm və məlumatsızam, bilmirəm necə eləyim, mənə kömək edin, mən eləyim. Mənim vaxtım var, buna həvəsim var. Sadəcə bilmirəm ki, necə eləyim də. Mənə kömək edin. Mənə də yaza bilərsiniz, bəlkə development prosesində falan bir şeyləri kömək edə bilərəm sizə. Mənə çox xoş olar. Anladım, çox sağ ol. Xoşdur. Dostlar, mən baxıram suallarımız bitmir, amma çox heyf vaxtımız çox gedir və mən də biraz qala bilmirəm daha çox sizdən. Yoxsa çox xoşdur doğrudan suallarınız və sevinirəm, əla suallar eşidirəm, ürəyim açılır. Bilməm, indi Nəriman müəllim yazıb bura gələcəyini az deyəsən belə bir platforma var. Bəlkə onun nümunədir. Gəncliyə dəstək layihəsi. Baxın, deyəsən elə belə bir platforma artıq var. Siz məsələn bu platformanı bəlkə elə dostlarınızdan paylaşa bilərsiniz. Və onlar faydalana bilərlər. Və yaxud da gedib onlarla da danışa bilərsiniz ki, mən də belə bir şey eləmək istəyirdim, gördüm siz varsınız və istəyirəm sizlə bir yerdə işləyək. Məsələn, mən də bir qatqım olsun, komandanızın üzvü olmaq istəyirəm, mən də bu missiyada bir rolum olsun istəyirəm və inanıram onlar da sizə komandaya dəvət edərlər. Belə, ümid edirəm ki, sizə nəsə dəyər qata bildim, maraqlı keçdi. Yenə də dediyim kimi, çalışaq ki, sahibkarlıq təfəkkürümüzü, düşüncə tərzimizi formalaşdıraq və bunu daim üstündə işləyək. Bu bizim həyatda hər yerdə yolumuza çıxacaq. Bu təkcə onun üçün deyil ki, sahibkar olaq. Bu hər şey üçündür. Sabah həkim də olsanız, kosmonavt da olsanız, hər bir halda bizə lazımdır ki, beynimiz işləsin, analitik düşüncəmiz yaxşı olsun, yaxşı qərarlar verə bilək. Ona görə də bunun üstündə aktiv işləyin. Bəlkə Kamal 41 dəqiqə sual cavab elədik. Məncə kifayət qədər yaxşı keçdi. Hamının gecəsi xeyrə qalsın. Ümid edirəm yenə nə vaxtsa hardasa görüşərik. Nəriman müəllim, sizin də